hazırlaşın. Birazdan Natamam Podcast başlayır. Ve bugün bizim qonağımız Gül ve Güldan. Dostlar, xoş gördük hər birinizi. Salamlar. Həftənin cümə günü gəldi. Bu isə o deməkdir ki, Natamam Podcast yayımlanır, efirdədir və sizin gadjetlərinizin qonağıdır Natamam Podcast. Sizin evinizi, maşındasınızsa maşınınızı, tuvaletdəsinizsə tuvaletinizi bəzəyir. daha da gözəl eləyir və təbii ki, Natamam Podcast kimin dəstəyi ilə efirə gedir? Oykos İnkişaf Mərkəzinin. Oykos İnkişaf Mərkəzinin dəstəyi ilə Natamam Podcast yenə də efirdədir və təbii ki, Oykos haqqında qısa bir məlumat verəcəm sizə. Oykos İnkişaf Mərkəzi 2018-ci ildən etibarən inkişaf, öyrənmə və fərdi potensialın üzə çıxarılması istiqamətində fəaliyyət göstərir. Bugün Oykos həm Buzovna, həm də Ağşəhər filialları ilə xidmətinizdədir. Oykos İnkişaf Mərkəzi inkişaf etmək, dəyişmək və daha irəli getmək istəyən hər kəs üçün doğru məkandır. Təşəkkür edirik Oykos. Oyda az qalmışdı, yenə də o səhvi eləyim, eləmədim. Oykos İnkişaf Mərkəzinə təşəkkür edirik və nə edirik? Podkastımıza başlayırıq. Bəli, başlayaq. Mən söz deyəndə hə denən. Yaxşı. Baş üstə Elman müəllim denən. Yox, müəllim. Bəli. Bir də denən. Kudur kurban. Bir də denən. Baş. Elman. Tamam demə lazımdır. Bu günlərim mövzu yox deyə, mən dünənləri çox Artıq heç birimiz çalışmıyoruz. Çox əlləşdim, 2 gündə çox əlləşirəm, çox vuruşuram, mövzu yoxdur, mövzu tapa bilmirəm. Mənə sorsaydı mən sənə deyərdim. Denə. Mövzu tərk edilmək. Bu da elə Yox, tərk edilmək. qaramsal mövzular lazım deyil elə. Tamam, onda azadlıqdır mövzu. Ya bilsən nədən, nə yadıma düşdü, nədən danışmaq istəyirəm? Gecikməkdən danışmaq istəyirəm. Çox şeyə gecikirik, düzdür? Çox şeyə gecikirik, çox şeyi təxirə salırıq, çox şeydə tənbəllik eləyirik, çox şeydə motivasiyamız yoxdur. Zarafatsız. Bax, məsələn, bizim bir period oldu ya, hansı ki biz belə deyək də ünvan dəyişikliyi eləməli olduq. De içindəkini gülə soram davam edək. Hadi. Adam baxır pəncərədən. Gülməyim gəldi. Kim baxır pəncərədən? Getdi. Adam pəncərədən baxır. Bu arada oradan çox gözəl bir görüntü var. Belə oradan keçəndə baxırlar, görürlər ki, içəridə o qədər utanıram ki mən. Aslında xoşuma gəlir, amma arada belə qalıb baxırlar ki, bunlar burada neyinlər? Şöyle baxın. Hə, doğrudan cidden bax elədir. Gecikməkdir, motivasiyasız olmaqdır. Ümumiyyətlə məsəl üçün sabah eləyərəm deyə işlərimizi uzatmaqdır. Son zamanlar vəbşi bu biraz belə geniş yayılmağa başlayıb. Bilmirəm nə ilə bağlıdır, səbəbi nədir. Hə, onu deyirdim bayaqlarım. Bizim o bir dönəm oldu, hansı ki biz yer dəyişikliyi eləməli oldu. O dönəmdə sən özün də gördün ki, mənim düşmüşdüm də, yerlərdəydim. Yəni sən olmasaydın, vaxtında yəni sən əlini atıb qaldırmasaydın, mən gedəcəkdim. Bəlkə də bu proyekti saxlayacaqdım. Elvanda elə bir şey var ümumiyyətlə. Yəni o olacaqdı. Amma məsələn sənin o motivasiyan, sənin o jestin icazə vermədi bu hadisə baş versin və bu günlərin biz məsəl üçün Oykosun sayəsində, belə deyək də, ilk öncə sənin sayəndə, daha sonra Oykosun sayəsində biz bu dəqiqə ayaqdayıq və davam edirik. Bunun üzərində danışmaq istəyirəm mən bu gün səninlə. Ümumiyyətlə bu gecikmələrdir, falandır. Çox gecikirik, çox təxirə salırıq. Əşi sonra, əşi olar, əşi düzələr. Bunlar biraz problemdir. Axırda da səninlə maraqlı bir oyun oynayacağam. Yeni bir oyun gətirmişəm bugün sən üçün. Bu dəfə gətirməmişəm sənə. O mu bu mu oynamayacaq. Daha başqa bir maraqlı bir oyun oynayacaq səndən. Nə düşünürsən sən ümumiyyətlə bu barədə? Gecikmək sən deyən ki, mənim ağlıma tez onun sinonimi yox, sinonim deyil, antonimi.
tələsmə gəldi. Çünki genəldə mən hər şey tələsən bir insanam. Bilməm sizlərdə necədir də uşaqlar yəni. Elman və səndə də necədir? Mən yemək yeyəndə belə tələsirəm. Çünki bütün işlərimi və mən özüm də görürəm iş yoldaşlarımın arasında da belədir və ümumiyyətlə insanların arasında dərs oxuyanlar başqa gecikirlər. Hər kəs elə bir yerlərə tələsir əslində. Amma tələsdiyimizə görə elə gecikmiş oluruq. Məsəl üçün o qədər ard-arda sarsan ki işləri və o qədər bir əlində 2 dənə qarpız tutmağa çalışırsan ki və vaxtla da bu arada savaşırıq, dəhşət savaşırıq. Zaten mən sənə demişdim də 2026-da demişlər ki, zaman dəhşət axacaq, tez axacaq. Yəni tez buradan səhər açılır, buradan artıq qaranlıq falan gecə gəldi, gün bitdi, həftə bitir. Ona görə də ona çatmağa çalışırıq, hər şeydə yetməyə çalışırıq, hər yerdə də olmağa çalışırıq. Bu səfərdə tələsmələr də ortaya çıxır və gecikmələrdə sənin dediyin şeydə, yəni məsələn bir şeyə gec qalmaq, o yenə də sən həmişə deyirsən ki, sənin sözündür, bu fərqindəlik sözü. Fərqində olanda ki, məsəl üçün, mən bugün bunu indidən eləməyə başlasam, harca bir 5 il sonra ya da 10 il sonra mən bu eləyəcəyim şey, indi eləyəcəyim şey məni haralar aparar deyə insanlar fikirləşmirlər. Elə ona görə gec qalırlar. Məsələn üçün deyir ki, harca indi başlayan insana tutaq ki, motivasiyanı da salırlar. Mən məsələn yadımdadır ki, bir zamanlar sağlam qidalanma üzrə dərslərə qoşulurdum. Halbuki mən hər yerdə işləmişəm bu arada. İndi o da başqa bir mövzudur. Sadəcə özümü praktik eləmək üçün, insanlarla sosiallaşmaq üçün, biliklər öyrənmək üçün ki, necə mənim yadımda da o dönəmlər. Sən sağlam qidalanma ilə bağlı şeylər eləyirdin, paylaşımlar eləyirdin. Hətta adamlar o dönəmmi deyirsən? Ondan da əvvəl təsəvvürlə başlamışam. Hardasa 2016-17-ci ildə. Və o vaxtlarda mənə ətrafımdakı dostlarım zat, nə edirsən, gəl gedək harası gəzə eləyə, ayda sən bu nəyəvə lazımsan? Mən də həm özümün bədəninə görə, həm də ki, həqiqətən heç vaxt fikirləşmirdim ki, bunu hansısa məndə nə vaxtsa bu işimə yarayar da. Amma yəni öz bədənimə görə, yəni iş öyrənirəm də, sadəcə bu maraqlıdır deyə. Və mən onu artıq 5 ildən sonra və 10 ildən sonra mən bunu işimdə də artıq görürəm ki, necə o öyrəndiyim şeylər göstərir özünü. O deyənlər ki, nə inirsən zat, onlar hələ də oturublar yerlərində sayırlar. Amma mən bugün o dediyim şeylərlə pul qazanıram. Mən bunu pula çevirmişəm. Ona görə də heç vaxt gec bir də yaşınızı falan da baxmayın. Bu yaşdan sonra məndən nə olur? Hayır ya, vallahi 80 yaşında idmana başlayanlar var. 40 yaşında yoqaya başlayıb ayağını, həmişə mən bu şey deyirəm, misal çəkirəm. Ayağını bu boynuna qədər qaldıran qadınlar var. Bax, elastikli normalda 0'dır da, amma praktikalarla imkansız deyə bir şey var, elma şoka düşdü. İmkansız deyə bir şey əsla yoxdur. Yoga çünki esnəklik istəyir. Sən şpagata oturanlar var. Məsəl üçün ömrü boyu idmanla məşğul olmayıb. Axşam işdən gəlsə arvad şpagat açıb qarşılayırsan. Axşamın xeyir. Qadın xanım, sorry. İstək də önəmlidir. Bir də ki, yenə deyirəm, heç vaxt heç bir şeyə gec qalmırsınız. Sadəcə fərqində olun ki, bugün mən nə istəyirəm, bu mənə 5 ildən sonra, uzağa 1 ildən sonra mənə necə həyatımı təsir göstərəcək. Bax, fərqindəlikdən danışırsan, biz hər dəfə bunu deyirik, bu bizim sözümüzdür, bu bizim sözümüzdür, bu bizim sözümüzdür. Əslində fərqindəliyin hər şeyə gec qalmaqla əlaqəsi var. O fərqindəliyi bir izah eləyərdik. Nədir o fərqindəlik də? Yəni bu fərqindəlik deyirik. Məsələn, bir fərqindəliyə bir misal çəkə bilərsənmi? Bax, ya olur o sənin iç daxilində gələn bir aydınlanma, lampoçka yanması kimi olur. Ya da ki, sən elə belə at gözlüyü ilə yaşayan bir insansansa, kiminsə müdaxiləsi ilə də olur çox vaxt. Ya da artıq üçüncü, ki, hansı ki, bu qədər şeylər baş verib, sən hələ də ayılmamsansa, üçüncü artıq Allah deyir ki, ey qulum da özünə gəl də. O da biraz çox sərt şəkildə olur. Çalışın ki, birincidə ya da ikincidə aydınlanasınız. Çalışın özünüz aydınlanasınız. Özünüz aydınlanasınız. Birincidə necə olur? Məsəl üçün, sən iş alandasan, sən öz necə deyim, təhsilindəsən, dərsindəsən falan, bir monotonluq səni başlayır sıxmağa, ya da deyirsən ki, biriləri irəli gedir, mən nəyə görə onlar kimi olmuyum. Belə şey elirsən də,
uca biraz səndə lampoçkalar yanır ki, yox, mən də elə olmalıyam ya da ki, ayda bu həyatdan sıxmışam, daha başqa bir şey olsaydı necə olardı deyib başlayırsan oyanmağa. İkincidə dediyim kimi yenə də monoton həyatında yaşayırsan, heç umurunda deyil, deyirsən ki, belə də olmalıdır, gözü açmısan, belə görmüsən, valideynlərin belə, dostların belə, sən də belə. O zaman ətrafında kimsə ya da bəlkə bir iş yoldaşın ya da bəlkə sevgilin, bəlkə nə bilim, kimsə deyir ki, bəlkə sən bunu bu cür eləsən, sən çox gözəl istedadın var bu yöndə. Bəlkə sən bunu nəsə belə bir şey eləsən, dınq, lampoçka yanır və özünə dönür oxlar. Onda başlayır ki, doğrudan məndə bu bir şey var. Məsələn, səsim var. Mən nəyə görə bir musiqi ilə bağlı bir şeylər eləmirəm deyib oyanır. Üçüncüdə isə yenə də deyirəm, Tanrının müdaxiləsi. Bu da o cür olur ki, sərt olur. Hə, ya sən işsiz qalırsan, ya çox pis iflasa uğrayırsan, ya pulsuz qalırsan, ya sağlıqla sınanırsan və o zaman bir şey olur, deyirsən ki, hə, mən həyatımı indi dəyişməliyəm, indi başqa bir şeylər eləməliyim. O da məcburiyyət olur, hə, kefimdən komfort alanı tərk eləyim, yox. Elə bir vəziyyətə düşürsən ki, deyirsən, bundan məni qovdular, buradan olası deyil, mən başqa bir şey fikirləşməliyəm deyib, aydınlanırsan, onda həm iç dünyava da dönürsən, onda öz bacarıqları da kəşf edirsən və başlayırsan artıq aydınlanmağa. Ən son nə vaxt demisən, sab eləyərəm. Və bugünə qədər də eləməmsən onu. Varmı elə bir şey? Sab eləyərəm. Hə, sab eləyərəm. Saba deyirsən, sab eləyərəm. Saba deyirsən, sab eləyərəm. Var elə bir şey hansı ki, bugünə qədər də eləməmsən? Var. İndi burada deyə bilmərəm. Bir secret də deyil. Sadəcə sənə sonra deyərəm. Biraz şey oldu. Mən yazaram heç onu. Heç sevmirəm də. Mən də podkastlar zatlar dinləyəndə ya da verilişlərə baxanda belə bir şey olanda o qədər merak edirəm ki, o şeyin nə olduğunu. İzləyicilər üçün sonra da deyəcəm. Yəni öz kanalında. Yay aylarında, öz kanalımda da ola bilər. Kanalın linkini keçən səfər də qoymamışdı. Siz özünüz hardansa Düzəltdim səhvimi. Var. Bu videoda da olacaq. Axtarıb taparsınız da məni. Amma belə yay aylarında da deyə bilərəm. O şey çünki alınmalıdır. O şeyin belə deyim, praktikasını eləməyə vaxtı elə zadni yatıram. Elə otururam hər gün. Ay işim çıxdı, ay işim belə oldu, ay bu oldu və deyə o şeyin üstünə çox düşmürəm. Mənfilərini də görürəm, amma bilirəm ki, o şeyin üstünə düşsəm çox qəşəng nəticələr alacağam. Yəni sab eləyərəm dediyim şey o olur. Bir də birinci gündən diyetə başlayacağam. Amma əsas o da hamısının başında ay eləyirsən də. Ay. O olur da. Ay elim. Ay. Bir də bir şey deyəcəm. Bugün nəyə görə ancaq mənə sual verilir? Bilmirəm ki, verilişi. Hadi sən konuş. Hadi sən konuş. Niyə hər şey gecikir? Bax, mən ümumiyyətlə birinci ildə. Hə, tamam, danış. Mən ümumiyyətlə sabah edərəm dediyim şeylər çoxdur. Hansını deyim? Ən vacibi ki, hansı ki, sənin həyatına çox təsir eləyir. Bunu belə gecikdirməyin. Maşın almaq. İnsanların dərdinə bax ya. Ciddən, maşın almaq. Sən pulu ver, mən alaram sənə. Məsələ bilsən nətər? Bunu mən 2024-cü ildən sabah eləyərəm demişəm. Maddi anlamda mı hazır olmuşsan yoxsa? Əslində bilsən nətərdir? Mən bunu tam da maddiyata bağlamayacağam. Çünki maddi anlamda demirəm, mən bu dəqiqə əlimdə 30.000, 40.000 var, getdim, aldım. Yox, təbii ki, yox. Alsan onu daha asan yolla əldə eləyəcəksən. Realist olaq da, durub burada belə yekə danışmağın mənası yoxdur. Sadəcə onu eləyə bilərsən, bilsən belə olur da, məsəl üçün deyirəm, maşın alacağam. Gəlir nəsə bir iş çıxır ortaya, hə? Deyirəm, bunu eləyim, sonra alaram. Bunu eləyim, sonra alaram. Bunu eləyim, sonra alaram. 2024 başlayandan 2025 deyəm, bir il onu 2024-25, bir il onu eləmədim. 2026 hədəfim maşındır. Hədəf kimi qoyanda inanırsan kim də gəlsə səndən pul istəsə onu verməyəcəksən. Hədəf güclü olmayanda deyirsən ki, hə, yaxşı, yox. Mən son 3 ildir ümumiyyətlə hədəflə iş görürəm, düzdür. Bir dəfə mən TikTokda canlı yayım açanda onunla bağlı bir belə deyək də bir mübahisə olmuşdu izləyicilərlə ki, hədəf nədir, nəyə lazımdır falan kimi bir irad tutulmuşdu mənə. Mən orada izah eləyə bilmədim onu, amma yəni ki, siz başa düşərsiniz ki, yəni hədəf önəmlidir ümumiyyətlə. Yəni hədəf qoymaq özün üçün bir hədəf qoyub bu hədəf üzərindən işlərini görmək çox önəmlidir. İşləri asanlaşdırır. İlin qarma-qarışığa düşmür. Görəcəyin işlər qarma-qarışığa düşmür. Hətta məndən sizə tövsiyə yazın.
Yazın. Bir dəfə DJ Turalın bir məsləhəti ilə mən onu elədim. Hardasa bir son bir ayda qeyd eləməmişəm. Başlayacağım onu. Mən bugün nə öyrəndim? Sabah nə edəcəm kimi bax belə qeydlər aparırdım. Hər gün. Sonra qayıdıb özünə bir hesabat verirsən o oxuyanda o bütün yazdıqlarını. Bax onda sənə kömək olur. Yəni mən eləyəm. Bir də sən dün yeməyi tələsə yeyirsən. Məsələn mən tələsə yemirəm. Mən öldür bax qrupda oturaq da məsəl üçün iş yoldaşlarımla ABD gedirik də, düzdür. Hamısı yeyib qutarır, elman elə yeyir. O məndə də olur. O yeyirəm, evdə də eləyəm. Amma şeydə olur məndə o. Məsələn, çölə çıxmışam, dostlarla danışam eləyirəm. Beyin sakitdir də. Rahatam. Onda dadını çıxardım. Mənim dediyim şeydir o belə iş aralarında ya da ki harası çatmaq üçün. Bax ondakı tələsirəm. Olsun süpersin yox, ki. Yox. Çünki yemək yeyəndə İşim razqar da olsa meditativ halda olmaz. Abad eləyirəmsə, iş yoğun da olsa abad eləyirəmsə. Ay nə gözəl. Mən o yeməyi yeməliyəm. Bir dayanmalıyam, o bir gedib satmalıdır. Ondan sonra işimi görərəm. Yox, mən o eləyə bilmərəm. Bir də bizi söhbət nədən gedir? Məsəl üçün mənim dediyim şeydə indi bəzi insanlarda ola bilər 10 dəqiqə, 15 dəqiqə fasilələri olsun, amma məndə normalda bir 2 saat, 3 saat əslində vaxtım olur buna. Sadəcə beyin o qədər tələsikdir. Bax sən işte tələsmə, gecikmə mövzusunda. Beyin o qədər qaça-qaçdadır ki, deyir ki, arada ümumiyyətlə dayanmağın lazımdır bədənsel olaraq ki, ruh gəlib sənə çatsın. Elə bir söz var. Bilməm onu Mevlana mı demişdi, kim demişdi? Elə bir söz var. Beyin o qədər qaçır ki, indi bundan sonra bunu eləyəcək. Bunu ay bala 3 saatım var. Bir relax yəni. Onu mən özümə, başqalarına deyərəm, özümdə uygulaya bilmirəm çünki gərgin haldayam. Ona görə də yemək tez bastım. Всё. Hə bu bitdi. Bu en azından buna bir dənə stroçka. Всё. Hə indi nə etməliyəm? Zat boş otur TikTok-a. Elə TikTok-a baxmaq yerinə onu oradan yavaş-yavaş hissəyəsən yəni ki, zaten tez yeməyin ziyanları da var. Bəli. Görsən adi bir şeydə belə tələsirik yəni. Dostlar, kanala abunə olun, şərh yazın, fikirlərinizi bildirin. Biz sizə davam edirik. Bizim şeylə Talih Yüzbəyevlə olan hadisəni bir dənə danış da. Talih Yüzbəyevlə? Hə. Talih Yüzbəyevlə bağlı bizim bir xatirəmiz var. Bir də onu danış da. Hansı hissəsində? Shorts kimi də paylaşar. Moldan bəri. Ya bir dəfə oturmuşam bir köhnə dostumla. Molda yemək yeyirik. O açıq alanda da 28 idimi, gənclik idimi. Biz ondan əvvəl Elmanla reaktor proqram çəkirik, tepki kolik fason bir şeydə. Və Elmanla deyirik ki, biz hardasa bir Talih falan Dəlixandı, kimisə bir çağıraq da, yəni yeni ilə yaxını idi özdə. Neçənci ilə girirdi? 2022 mi? Yox, 23-ə girirdik. 23-ə girirdik. Yox ya. 23-ə girirdik. Bu qədər yaxında olub bu və şey. 23-ə girirdik Nata. Çünki 22-də mən işimə təzə düzəltmişdim elə. 23-ə girirdik. Neyse 23-ə girərdik. Hə, ondan sonra indi biz də oturmuşuq molda, yemək yeyirik və bir də gördüm ki, Talih Yüzbəyev qabağımdan keçir. Ayda məni bir dənə görsəydiniz, yemək zad orada qaldı. Mən işıq hızıyla deyə adamın yanına dedim, mən indi danışmasam bir də danışmaram. Yalnız məndəki özgüvən. Və bilirəm ki, o adam da oxatan bürcüdür də. Yəni, mən də oxatan bürcüyəm. Hə, neysə, getdim dedim ki, özə tək edirəm. Talih mənim salam necəsiz? Yox, Talih bəy dedim ki, salam necəsiz deyəsən, nəsə bəy bir şey dedim. Çünki mən normalda kişilərə ümumiyyətlə müəllim deməyi heç sevmirəm. Müəllim mənə deyir, başqa. Onu da demirəm. Bəy daha yaxşıdır. Dedim ki, salam necəsiz? Sağ olun, təşəkkürlər. Dedim ki, sizi sevərək izləyir falan, biraz şey eləyirəm. Hə, çox sağ olun, təşəkkür. Və adam da bir getmək şeyindədir. Sağ olun, dedim ki, Talih müəllim. Ya da Talih, bizim... Zaten deyib, Talih müəllim. Deməmişəm. Müdürümün, bizim baş menecerin adı Talih. Neysə, buraları kirməyək. Hər neysə, dedim ki, şeydim. Sizdən bir şey prosta danışmaq istəyirdim, məsləhət almaq istəyirdim. Və belə gedə danışırsınız. Hə, bu beləyik də yəni. Adam da, tamam belə telefonuna baxır ki, yəni vaxtım yoxdur. Sonuçta indi stardır da, amma nə qədər şey olsa da, təvəzzükar olsa da. Deyirəm ki, biz deməli YouTube-da kanal video çəkirik. Yəni o vaxtda bilirsiniz də çox da deyildi də, yəni o cür şeylər. Demək videolar çəkirik. Hansısa videoya təpkimizi falan da verir, reaksiyamızı falan. Biz istəyirdik ki, yeni buraxılışımızda siz olasınız zat. Hə, adam dedi ki, nə qədər izləyiciniz var, nə qədər izləyirsiniz falan. Mən də
açmışam belə YouTube-a girmişəm, göstərmişəm. O birisi dostumun harda olduğu mənim yadımdan çıxıb. O qədər uzaqlıqdan qaçmışam ki, yerimi belə tapa bilmirəm. Hə, deyirəm ki, şeydir, bəs belə elə göstərim telefonda zat. Hə, ondan sonra dedi ki, şeydir. Hə, olar, yəni baxarıq, düşünərik bu haqda. Hə, deyirəm ki, onda nömrənizi verə bilərsinizsə. Mən dedi assistantımın nömrəsini verdi, bir dənə oğlanın nömrəsini verdi ki, yəni oyla falan filan. Çox sağ olun, təşəkkür edirəm. Yəni qırmadı da sonuçta. Mən də uçaq Elman artıq danışmışam, həll eləmişəm. O arada Elmana bütün o verilişdəki insanları eləyən də mən idim. Qonaqları da eləyən mən idim. Məşhurları və bəzi dırnaq arası məşhurları da eləyən Elmana mən olmuşam. Elman buna görə sorry. Elə bir şey oldu, kəşki olmazdı. Belə bir şey də var da, məsəl üçün biz həmişə danışanda, mən bu ümumiyyətlə çox eşitmişəm, yəni çox söhbətlərdə bu barədə qeyd olur ki, məsəl üçün ilk addım çətin olur həmişə. O tənbəllik ərəfəsini keçmə var ha, o ilk addımı atma. Bu çətin olur həmişə, onun qərarını vermək çətin olur həmişə. Amma ilk addımı atandan sonra baxırsan ki, yox, sən bunu bacarırsan, sən bunu eləyə bilərsən və motivasiyan qalxır. Ümumiyyətlə bizim gecikməyimizin onun bir neçə səbəbi var da gecikməyimizin. Onlardan biri də şeydir, motivasiyasız olmaqdır ki, mən bunu həmişə demişəm, deyəcəm də bizim millət olaraq motivasiyamız yoxdur. Kim bunu hara bağlayır, bağlasın, özü bilər. Yəni bu tam hər kəsə unik bir şeydir. Mən bunu dəyişə bilmərəm. Sənin üçün motivasiyasız olmaq bir başqa şeydir mənim üçün, bir başqa şeydir. Yəni bu dəyişir. Bu hər dəfəsində dəyişir. Ona görə də bunu çox şey edəməyəcəm. Amma motivasiyasızlıq və tənbəllik. O ilk addımı atana qədər tənbəllik. O ilk addımı atandan sonra baxırıq ki, biz əslində tənbəl deyilmişik və bunu eləyə bilərik. O günlərdə bilməm podkast mı dinləyirdim, nə idi, veriliş idi, nə idi? Dedi ki, bəzi insanlar və ölkə dediyi, orada Hində həqiqətən o şey yadımda deyil. Dedi ki, bəzi ölkələr, Çində idi ya da Yaponiyada idi. Mən onları həmişə qarışdırıram. Belə hamısı belə olduqlarına görə benim cahillik. Bir dənə YouTube kanalının altına bir şey, bizim videomuzun altına bir şey yazmışdılar. Xanım coğrafiya oxumuyor. Xanım coğrafiya. Mən onu deməmişdim. Mən onu burada deyəcəm. Mən girirəm belə baxıram ki, görüm şərhlərdə nə var falan. Bunu oxudum. Deyirəm ki, ay Allah, mən nədən danışırsam verilişə təzədən belə baxdım. Başa düşdüm ki, mən orada nəysə şey demişdim də. Şey söhbəti idi deyəsən. Bu Amerikanın dala qalma, qabağa getmək söhbəti idi. Yoxsa nə idi? Mən tam olaraq yox, bilirsən orada qadın şeydən Stranger Things kinosunun demişəm ki, orada ştatı idi dedim, ölkəni qaldırıblar. Ştat da ölkə zat belə dərkən. Hə, oradan ona görə olur. Orada mən ona görə düşünürəm dediyini. Oxumamışamsa da altda yazın, düzəldin. Nə olar ki? Bu arada coğrafiya mən həmişə 5 alırdım. Ya amma heç olmasa yazmısan coğrafiya oxumayıb deyəsən, yaz nəyə görə oxumayıb? Hə, saniyəsiz adı da ki, mən bilinmə 5 saat oturmuşam videoda. Ay Allah, biabır oldu. Görəm mən harda coğrafiya. Həqiqətən. Amma belə yorumlardan xoşum gəlir. Mənim də xoşum gəldi. Mən də ləzzət elədim. Heç nə demədim. Yəni nə təhqir var idi, nə alçaltma var idi. Bilmir, həfişo tamam və heç dokunmadı. Mən bu ümumiyyətlə bizim podkast haqqında bir məsələni qeyd edeyim. Bilirsiniz nətərdir? Artıq şablonlaşıb podkastlara məşhur çağırıb məşhurlarla danışmaq. Ona yəni mən bax tam səmimi deyirəm. Mən bir podkastda X bir adama baxdımsa, o X bir adam ondan sonra 15 dənə podkastda çıxır. Mən ona baxmıram. Və sənə bir şey deyim, o biraz elə bir podkastdan da çıxır. Ya çıxır, bilsən nətərdir? Podkast zehniyyətindən zehniyyəti deyə bir şey var mı? Bilsən nətərdir? Adam gəlir bir podkastda danışır, gedib o bir podkastlarda da eyni şeyi danışır. Amma bir şey var. Mənim izlədiyim məsələn türk podkastları çox dinləyirəm. Məsələn, dini söhbətlər eləyən birisidir ya da ki astroloqdur. Bax, bir podkastda Elman bizi banlayacaqlar. Deməli, bir podkastda Elman, mən podkast deyəcəm. Bu arada türklər podkast deyirlarmış. Mən həmişə Elman düzəldir. Podkast. Bizim dildə podkast gedir deyə. Bizim dildə heç podkast var ki. Yox da, yəni bizim dilin tələffüzü ilə. Nəysə. Nə istəyirsən denə. Podcast denə. Denə. Hə, pot denə. Mən də deyəcəydim. Kast demə. Nəysə. Hə. Deməli,
o verilişdə başqa açıdan alıb 2026-dan danışır ha. Bu amma bunu hər kəs eləyir. Çünki o sunucunun gözəl sualları ayırmasına görə olur. Aha. Bax, bir şeydə ona başqa açıdan deyir 2026-ını dəyərləndirir. İndi mən misal çəkirəm ki, yəni Söhbət astroloqdan gedir, yoxsa amma hamısından dini olan o qonağı biz tanıyırıq. O qonaq zaten podkastlar sayəsində artıq məşhurlaşırlar. Hə, yox, türklərdə elədir də. Minə Ölməz astroloq var məsələn. Yəni tanınmamış olaraq gəlib danışıb artıq adamlar onu YouTube'dan tanıyırlar, YouTube'dan takib eləyirlər və çünki hər bir başqasının verilişinə də bu arada katkısı olur, izlənmə sayısını artırır. Həm özünü məşhurlaşdırır, həm verilişi məşhurlaşdırır, həm aparıcının da suallarını dəyərləndirərək sıxmır. İzləyiciyə də sıxıcı gəlmir. Çünki mən məsəl üçün açıram, başqa bir kanalda eyni adamdır. Aha, burada bunu dedi. O birisi kanalda deyirəm, burada indi bilirəm ki, başqa şeylər danışır və həqiqətən də başqa şeylər danışır. Zaten eyni şey danışa da bilməz. İndi sən dediyin şeydə məşhur deyilsə, çünki məşhur gətirəcəklər zaten elə eləyirlər. 30 durur, ya yoldaşından sual verir, ya sənətə gəlməyinizdə nə oldu, nə bişdi, çeynədi də. Utduq təzədən onları dəvə kimi çıxardıb təzədən çeynir. Mən Azərbaycanda sevdiyim podkast kanallarından söhbətgahdır ki, yaranan əzəl gündən bu yana izləyirəm. Məsələn, onların qonaq anlayışı mənim xoşuma gəlir. Adamlar qonaq çağırırlar. Məsəl üçün tutaq ki, həkim, nə bilim, psixoloq, o qədər maraqlı, yəni qonaqları var ki, adam baxmaq istəyir. Sonra bu ciddi şeydir. Sonra Altı Qara Pişik var, Antaklos podkast kanalıdır onlar da. Ləzzət eləyir. Adamlar çağırdığı qonaqlarda bilirsən nəsə şablon qonaqlar deyil. Qeyri-adi qonaqlardır və podkastı maraqlı eləyir. Başa düşdü? Yəni bunu bu bacarıblar. Soram sənə kimi misal çəkim Azərbaycandan. Content TV, çənə podkastı. Ancaq rap və raplə əlaqəli olan adamlar. Bax orada tutaq ki, yenə misal çəkəcəm Murad Arif. Murad Arif gəlib hansısa bir X bir podkastda danışıb. Soram çənəyə gəlib danışıb. Murad Arif orada artıq başqa şey danışır. Çünki sən onu bacarmısan. Mən onu qırdıram da aparıcıdan da çox şey asılıdır. Bəli, kontentdən də çox şey asılıdır. Bir də şey söhbəti var. Podkastı sən nə əsasla çəkirsən? Məsələn, biz burada söhbətlər eləyirik. Sən mövzu açırsan, sual açırsan, sən də danışırsan, mən də danışıram. Amma çoxsu artıq bunu veriliş halına gətirib. O çağırdığı qonağa atır ancaq topu. O da maraqsızdır. İndi mən qulaq asıram, tamam, onun fikrini aldım. Sən də danış. Bəlkə sən ya da sən də zid get. Çünki çağırdıqları qonaqların da fikirlərindən razı olurlar aparıcılar. Bəlkə də heç daxildə razı deyil. Bir şeylər dinən, yönləndir. Nə olacaq ki? Qonağa hörmətsizlik deyil ki bu. Sən də çünki mənim bildiyim, yəni mən çox bilmirəm də podkastlara, yəni türklərdə baxıram. Yəni sən Azərbaycanda sən deyirsən, heç mən çox oturub Azərbaycan ya Rus bu dediklərimə bax, məsləhətdir. Mənim bildiyim podkast anlayışı budur ki, qarşılıqlı söhbət. Beyin fırtınası, fikir alışverişidir. Amma veriliş olduğu halda o şey olur. Sual versən və o cavab verir. Yəni onu bura petliska taxıb da eləyə bilərsən. Eynən, bu mikrofonu hər qoyduğumuz kanal podkast deyil. Sorry da, yəni podkast deyil. İndi dediyim şey ya Yaponiya, yəni Asiya bir ölkəsi. O deyir ki, motivasiya mı, disiplin mi? Motivasiya deyir sizi bir yerə qədər. Bugün olacaq, sabah olmayacaq ki, biz bundan əvvəlki verilişdə danışmışdıq. Mən sənə dedim, Elman dedim, tutaq ki, hətta o hissəyə çox qulaq asdım. Deyirəm ki, tutaq ki, bugün motivasiyam yoxdur, mən girə bilmirəm deyirəm zala. Sən deyirsən ki, yox, eləməlisən, girməlisən zat. Sən dediyin bir sən nə idi? Disiplin. Bax, bir insan disiplini qoyursa, o qıraqda gəlib onu alqışlayan da onun vecinə olmayacaq. Ona deyən də ki, nə edirsən, bugün getmə, ya bugün. Deyəcək, yox, bugün bu şərtdir, mən bunu eləməliyəm, bitirdim. Mən bugün bunu eləməsəm özümə hörmət eləməyəcəm. Disiplin deyilən bir şey budur da. Biz motivasiya ilə disiplini qarışdırırıq. Çox vaxt insanlar ancaq motivasiya gözləyirlər. Yaxşı, qısa olaraq açıqla görüm, nədir disiplin, nədir motivasiya? Motivasiya hani sən... Qısa tərifindir. Bax, disiplin tire.
çox qısa, məndən də çox qısa cavablar gözləmə. Mən deyim, sən onu qısalt. Günəş açar, deyərsən ki, bugün hava çox qəşəngdir. Bugün mən çöldə yürüyüş eləyəcəm. Amma disiplin bunu demir. Disiplin deyir, yağış da yağsa, qar da yağsa, boya qısa açıqladım. Açıqladım. Onda gedəcəm, qaçacam, yürüyüşümü eləyəcəm. Bax, orada bir səhv var. Mən keçən podkastda onu demirdim ki, sən onu eləmirsən. Keçən podkastda bizim o söhbətimiz tənbəlliklə bağlı idi. Sadəcə deyirəm, o hissədə sən dedin ki, Natvan nə olursa olsun, bugün o poponu qaldırıb girməlisən zala. Mən də deyirəm ki, Elman, bugün tutaq ki, o şeydə deyiləm də, o motivasiyam yoxdur. Sən deyirsən ki, yox, olmalıdır, o motivasiyanı tapmalısan. Dediyin şey əslində disiplin idi, Elman. Demişəm, siz düz demişsiniz. Düz demişsən, eynə. Prosta adı disiplin. İndi sənin bayaq verdiyin sual nə idi? Mən verdiyim sual o idi ki, ilk addımı atmaq ən çətinidir. Yəni birinci addımı atmaq çox çətindir. Və ondan sonra da motivasiya ilə bağlı nəsə. Dedin ki, motivasiyamız yoxdur deyə biz birinci addımı ata bilmirik. İşte mənim dediyim də hal-hazırda odur ki, və məncə mən özüm də bunu həyatımda çox şey eləməliyəm. Çünki mən də motivasiya ilə biraz xoşuma gəlir də, yəni motivasiya almaq. Bu sözü artıq həyatımdan çıxartmağa çalışıram. Motivasiya sözünü? Hə. Necə? Yəni sən bugün Elman gəlib mənə deyə bilərsən ki, Natvan, tutaq ki, bugün bu şəraitimiz var, bunu eləyək. Ya da ki, bax, bu bizə motivasiya olsun. Məsəl üçün, kimsə yorum yapıb. Natvan, bugün gözlərin çox qəşəngdir. Ay, sol, bu. Bu mənə bu komplimentdir, amma kompliment də çox atmaq. Qəşəng dedin, çox sağ inandım. Düşnü də demirik. Amma ay, çox sağ ol falan. Allah razı olsun, zat belə əriməliyəm. Şey eləmə, ay, çox sağ ol. Neysə, mənim dişinliyimi konuşum. Ben biraz filmdən olmağa çalışıram. Neysə, bax işte Elman dediği bu şey komplimentdir və çox xanıma da kompliment qəşəng gedir. O gün ona motivasiya olur və bu gözlərin çox qəşəng deməyi onu bugün nə bilim, bu gözlərlə, bu göz makyajıyla başqa harasa da gedə bilərəm ya da qəşəng selfilər, zatlar çəkə bilərəm. Bu mənə motivasiya oldu. Əslində mən onu niyə dedim? Məsəl üçün bugün gözlərin çox gözəldir. Bu motivasiya verirmi ümumiyyətlə xanıma? Bəzi xanımlara bu komplimentdir əslində. İşte onu ayırmaq istəyirəm. Gözəl sözdür. Əslində onu da iki dənə yerə bölünür. O da özlüyündə. Məsəl üçün bir var sən həqiqətən onu deyə bilərsən. Bir də var kompliment kimi sadəcə jest olsun deyə də deyə bilərsən. Bu da özlüyündə iki yerə bölündü. Fərq yoxdur. Nə halı ilə demisənsə, sən istəyirsən ki, o qadının gününü gözəlləşdirəsən də. Bu ona o gün üçün motivasiya verəcək, amma Elman bunu bir dənə bil və bilsinlər. Bunu mən demirəm sadəcə. Motivasiya müddətli olan bir şeydir və ana görə dəyişir. Yenə deyirəm, bugün günəş çıxar, bugün günəş çıxmaz. Ona görə sən hərəkət eləyəcəksən, amma disiplin qoysan, disiplin çox sərtdir. Disiplin çox sərtdir ya. Buna hər kəsə yəni, sözün öz yəni səslənməsi belə eyni. Disiplin ya, disiplin ruslar nəsə disiplin. Xəstəsən, bax, xəstəlikdən ölürsən, qripin dibindəsən də. O gün mən durub bu işi bitirməliyəm. Bitirməliyəm, bu mənim disiplinimdir. Всё. Yox, motivasiya axtaracağam. Nə vaxt mən sağalacağam. İşte o tənbəllik dediyin ya da o bayaq nəsə dedin, gecikməyə tələb. O gecikənlər elə inan ki, motivasiyanı gözləyənlərdir. Dostlar, siz Oikosun dəstəyi ilə Nataman podkasta baxırsınız. Kanala abunə olmağı, şərh yazmağı, paylaşmağı, videonu bəyənməyi unutmayın. Videonu bəyənməyiniz bizim üçün çox önəmlidir, çox vacibdir. Sizin bəyəniniz həm bizə dəstəkdir, həm də bizim irəli getməyimiz üçün bir belə deyək də işarədir və bu işarəni siz edə bilərsiniz bizim üçün. Bundan əlavə də dostlar, bildiyiniz kimi bizim bəzi avadanlıqlarımızla bağlı problemlərimiz var. Əstəğfurullah, pul dilənmirik. Heç nə istəmirik. Sadəcə olaraq belə deyək də, bizə dəstək olmaq istəyirsinizsə, yəni bizi bəyənirsinizsə və deyirsiniz ki, məsəl üçün görüntünüz bundan da yaxşı ola bilər, qoy daha da yaxşı olsun, o zaman bizə kofe ala bilərsiniz. Hal-hazırda siz aşağıda bizim kofe al ünvanımızı görürsünüz. Telefonla QR kodu skan eləyə bilərsiniz və yaxud da kofe.al saytına daxil olub oradan Nataman podkast axtarırsınız. Həm bizim haqqımızda məlumat tapa bilərsiniz orada, həm bizə iyanə eləyə bilərsiniz ki, biz də avadanlıqlarımızı daha da gücləndirək. Məsələn, Nataman daha gözəl görsənsin deyə keçən pomadalar və tonalni kremlər almaq lazımdır deyə düşünürsünüzsə iyanə edə bilərsiniz. Tamam, bizə kamera lazımdır. Əsas məsələ. Ağlama da hər podkast alırsan. Bəli. Bax, belə bir şey qeyd eləmişəm özümdə. Çox düşünürük, az edirik. Çox xəyal qururuq, az edirik. Çox şey fikirləşirik, amma heç nə eləmirik.
Məncə o biraz boş. Keçən verilişlərin birində avara falan deyirdim. Yəni o sözüm indi yaxşı ki, çox da şey olmadı. Qınanmadım da. Qınansaydım da bu mənim umurumda olmazdı. Söz ağızdan çıxıb. Avara dediyim insan, yəni boş insandır, yəni məşğuliyyətsiz və məşğuliyyətsiz insanların çoxsu xəyal qurmaqla məşğuldur və beynində o şeyi yaşadığına görə ikna olur və gerçək həyatda artıq yaşamır onu. Xəyal qurur və uzanıb. Deyir ki, pullarım olmasa belə ev alardım, belə eləyər ya da sevgilimlə belə gəzəmsə. Çox gömmə, mən də elə adamam. Yəni, doğrudan çox deyirsən. Hə, mən çox fikirləşirəm, amma az eləyirəm. Amma indi bir şey deyəcəm, belə bir şey var. Məsələn, manifestləmək deyə bir şey də populyarlaşdı. Hər bölümdə manifestləməkdən danışır. Bu sözü bilirsən, 7 aldım, qəbul etdim zat. Bəzi insanlar qəşəng xəyal qururlar və elə xəyal qururlar ki, onu canlandırırlar və istəyirlər, ora sevgi qatırlar və o şey olur. Mənim dediyim o deyil. Zaten düzgün ağıllı insanlar manifestləməlidirlər də. Manifest dediyim, kitaba yazdım, dəftərə yazdım, buraxdım, heç nə iş görmürəm deyən xəyalpərəstdir mənim üçün. Gördün, ikisinin arasındakı fərqi indi başa düşdün. Biri ayaqlarını uzadıb, bütün günü işsiz, gücsüz, bütün gün TikTokda oturub 7 maşınım oldu, evim oldu zat, heç nəyin olmayacaq. Sən prosta xəyal qurursan. Amma həm xəyal qurursan, həm də bunun üçün işləyirsənsə, buna artıq inamı da, əməyi də qatırsansa, 100% olacaq. Sən zaten məncə ikincisindənsən. Yox, bilsən nətərdir? Mən şey eləmirəm. Məsəl üçün çox fikirləşirəm, amma az eləyirəm. Çox şey düşünürəm, çox şey xəyal eləyirəm, amma az eləyirəm. Bu mənim üçün özümə bunu minus kimi hesab edirəm. Ha, bu yaxşı bir şey deyil. Ya qədərində düşünüb eləyə bildiyini düşünməlisən, çoxunu xəyal eləməməlisən. Özü də ya da eləyirsənsə o xəyal elədiklərinin hamısını eləməlisən. Onda mənim dediyim o 3-cü kateqoriyaya da aid ola bilərsən, hansı ki, sən orada o qədər yaşayırsan ki, orada o qədər olur səni tatmin enerjisinə gətirir ki, gerçək həyatda deyirsən ki, aman, yəni onlar da orada səni tatmin eləyib baxa bildin, beynində şey olmuşsan, o həzzi yaşamısan ki, bu olacaq falan. İstəyərsən real həyatda da olsun, amma hələ ki sən bir müddətlik beynindəki okeydir. Başa düşdün, beynində sən yaşayırsan, hələ ki o. Bax, o bayaq dedin nəyə açıla bilmirik. Nəsə elə bir söz var idi orada, bayaq dedin ki, ilk addım söhbəti. İlk addım çətin. Düzdür, sən ilk addımı indi başqa mənalarda dedin. Çox adamda da elə olur. Məsəl üçün 2 nəfərdilər. Bu hər şeydə, verilişdə mən şey deyirəm. Bu qadınla kişi arasında misal çəkmirəm deyirəm. Bu səfər amma konkret elə qadınla kişi arasında Recep İvedik deyir ki, bana bir aşk filmi lazım. Deyir ki, abi nasıl bir film istersin? Deyir ki, bu nasıl bir film? Deyir ki, bu film çok iyi. Kadınla erkek arasında geçiyor. Deyir, ne arasında geçmeli? Erkekle eşek arasında mı geçecek? O şey adıma şimdi çok gülmeli olmadı neyse. Ama orada çok gülmeliydi. Şimdi benim de dediğim, ay Allah bir yavru oldu. Neyse. İnşallah dayanmışsan da orada. O çəkil. Hal-hazırda 2 nəfər arasında, yəni münasibətlə bağlı demək istəyirəm. Çox vaxt oğlan ya da qız sevir və xəyalında qurur ki, oğlanla gəzdi, oğlan tərəfdən götürüm, dedi, qız tərəfdən götürməyim. Oğlan da deyir ki, ilk addımı atmışam, bax beynində fikirləşir. İlk addımı atmışam, onunla artıq sevgili olmuşuq ya da ki, evlənmə təklif eləmişəm falandır. Bax bunları hələ beynində fikirləşir, amma gerçək həyatda tık yoxdur. Mesaj belə yazmır, heç bir şey. Çünki o beynindəki o xəyallar, o şeylər onu bir müddətlik tatmin edir, amma gerçək həyatda hələ o qorxusu var. Çünki bilsən, xəyal gücüdür. Məsələn, bayaq da dedim, A nöqtəsindən B nöqtəsinə məntiq apara bilir, amma xəyal gücü hər yerə sınırsız. Ona görə sınırsız olduğuna görə hər şey eləyirsən beynində və deyirsən ki, fisyo, okey. Hətta şey də ola bilir, beynində artıq ayrılır da ondan. O dərəcədə yəni. Elə insanlar var ki, ayda, sonra da birdən məni aldıracaq, sonra da ondansa heç atmayım addımı. Gördün? Və bu, indi deyəcəyim şey yenə də təkrarlayıram. Sadəcə münasibət. Bak, onu təkrarlamalıydım. Sadəcə münasibətlərə aid deyil. Bu indi dediyim işdə də, dostluqda da və ailədə də, hər şeydə. Məsəl üçün, bəlkə sənin də o şey ola bilər və buradan o 4-cü argument çıxdı. 4-cü də oymuş ki, beynimdə qurdum, yaşadım o şeyi, sonuna qədər gəldim, orada nəsə negativ bir enerji yüklədim və onu o blokaja saldım. Gerçək həyatda onu hələ ertəliyim. Nə olar, nə olmaz. Bəlkə pis olacaq. Deyib, gerçək həyatda addım atmamaq. Yəni qədərində. Qədər, sən ümumiyyətlə yenə də deyirəm, pozitiv enerjidə qalmasan, sevgi enerjisində qalmasan, xəyal quranda belə. Amma bütün elə ancaq orada yaşadım, ancaq orada bitirdim, ancaq senari yazma. Yazsan da qəşəng yaz. Beyin çox təhlükəlidir. Bu an qırmızı şar düşünəcəm, qırmızı şarı görəcəm. O dərəcədə təhlükəlidir.
Mən qayıtmaq istəyirəm bu çox düşünürük, az eləyirik məsələsinə. Mən özüm haqqında biraz fikir bildirmək istəyirdim ki, niyə mən çox düşünüb az eləyirəm, bilmirəm. Ya həqiqətən bilirsən Və nətərdir? bir verilişimizin daha sonuna gəldi. Sağ olun. Bilirsən nətərdir? Belə bir şey var da, şirindir. Nəysə Nə görsən? düşünmək. Məsəl üçün də nə bilim, bayaq sənə dedim, məsəl üçün Ağ Evdən buradan Ağ Ev nə idi? Ağ Ev nə idi? Bu qədər sınırlar Mənə nə olur? aşmısansa xəyal dünyasında bu qədər sınır o Ağ Ev Trump'a qonşu olmaq Trump'ın yerinə göz istəyirsən. dikmişəm mən. Bayaq sənə dedim, məsələn Ağşəhərdən evim olsun da məsəl üçün. İnşallah. Bax, Gələk qonaq olaq. şeydir, bu görsən şeydir də, adam xəyal eləyir ki, amma məsəl üçün İndi biz elə bir zamanəyə gəlib çatmışıq ki, ya xəyal elədiyimizi həyata keçirməliyik. Bu olmalıdır ki, biz məmnun olaq da, ya da onu düşünməməliyik ki, o bizi narahat eləməsin də, düzdür? Bizim evdə buradan maşınla evə gedə-gedə düşünəcəm o ki, ayda Ağşəhərdə evim olsaydı mən Çox gözəl yerə eləyərdim. toxundun ha. Çox adamda qəşəng xəyal qurmur ki, ona pis hiss elətdirəcək. Çox toxundun ha. İndi barmağı çək. Ayağlı bizim soğuk esprilərimiz. Həqiqətən bəzi insanlar və çoğunluq gözəl şeylər düşünməkdən çəkinir buna görə ki, bu məni pis hiss elətdirəcək. Bütün günümü aman oturduğum yerdə deyib o mənasız skuçun həyatına davam edir. Amma səncə də çox düşünüb heç nə eləməmək insanı tənbəlləşdirmir? Əlbəttə ki, ümumiyyətlə beyin işləyir. Bütün gün mən bir verilişdə də demişdim ki, o qədər xoşuma gəlir ki, xəyal qurmaq. Bütün gün oturub evdə ancaq xəyal qurursan da məsəl üçün. Bax Elman, amma hərəkət eləmirsən. Bir var ki, çox dadlı bir yemək fikirləşirsən, düzdür? Onu yediyi falan da fikirləşirsən, eləyirsən də. O beynində o yeməyi fikirləşdin. Sadəcə yediyi, belə necə başlayalım onu bilmirəm. Bax gözəl bir spagetti tutaq ki, fikirləşirsən, üstə ketçup sıxmısan. Всё, o xəyalı burada qurdun, bit. Bu xəyaldır da, yəni bunu ucu qurdun. Gerçək həyatda özü birdən gəlir beynimizə. Bunun üçün tam gözlərimi yumum, uzanım zat lazım deyil də. Bu birdən prosta gəldi, keçdi fikir kimi. Bir də var ki, o gəlir, o spagetti gəlir, isti-isti üstünə ketçup sıxmışam, vilkalamışam. Ağzıma alanda onun o dadı, onu belə bildin də detaylı zat fikirləşdin və onu oldurdun. Çox insan, yəni sözümü nəyə görə gətirmək istəyirəm? Gətir də bayaqdan gətir də acından öldü. Sözümü ona gətirmək istəyirəm ki, insan çox vaxt ərinir o qədər detaylı düşünməyə. Bax, detaylı düşünməyə ərinir. Hələ onu həyatda da gerçəkləşdirmir, hapış ərimir. Bilirəm, sən onu demək istədin. Mesela əksinə detaylı düşünür deyə beynini yorur deyə düşünürəm mən. Çünki niyə deyirəm? Əslində fərqi yoxdur. Detaylı düşünsə də, düşünməsə də, yenə deyirəm, məncə tənbəlləşdirir adamı. Yəni detaylı düşünmək 2 qat tənbəlləşdirir adamı. Hələ beynində bax deyirəm də ki, Mesela o qurulmalı deyə bayaq dedim, ilk addımı atmırsan. Sən o düşüncə çox düşündüyünə görə durub o ilk addımı atmırsın. Çünki beyində eləmirsən də bunu. Amma yəni məsəl üçün də bax indi bir şey də var. Çox belə biraz dərin mövzuya girəcəm, amma istəyirəm fikri bilim. Evdar bir xanım işləmir. Yoldaşı işləyir, yoldaşı icazə vermir ki, xanım işləsin. Bütün günü evdə oturub xəyal qurur. Düzdür? Sözsüz ki, həmən adam tənbəlləşəcək xəyal qurmaqla. Hətta bir gün axşam yemək də bişirməyəcək. Axşam yoldaşı gəlib onu damlayacaq ki, bütün gün evdə olmuşsa. Evi də təmizləməyəcək. Niyə? Çünki oturub bütün gün evdə xəyal qurur, tənbəllik edib durub nəyəsə edək. Bu adam neynəsin? Xəyal qurur, məsəl üçün. Tutaq ki, deyir ki, oturub evdə düşünür ki, mən gözəllik salonu açıb işləmək istəyirəm. Amma bunu xəyal edə bilir sadəcə. Çünki yoldaşı bunun üçün bu şəraiti yaratmayacaq, eləməyəcək onu. Neynəsin o qadın? Makyaj videoları çəkə bilər. Ya da yox. Ya da məsələn üzünün düşməyini istəmirsə, başqasının makyaj eləyir də sadəcə deyib. Всё, bir addımdır. Və ya kursuna yazıla bilər makyajın əgər lap belə görsən lap alt şeydən başlayaraq yavaş. Çünki niyyət eləmisən. Bundan öncə kağıza dökməyə vaxtıdır. Nə edə bilərəm bu yolda məsəl üçün? Bununla bağlı nə edə bilərəm? Heç
İşte Heç ağlıma gəlməmişdi. Natamam Podcast devam edir. Kanala abone olmağı ve istek yazmağı unutmayın. Ha bu arada bizi yemək yeyə izləyənlər nuş olsun. Nuş olsun. Maşın sürə dinləyənlər diqqətiniz yolda olsun. Qulağınız bizdə olsun. Çünki Natamam Podcast davam edir Oykos'un dəstəyi ilə. Bizi tualetdə dinləyin. Saxlayın, çıxandan sonra qulaq asarsınız. Niyə? Ən gözəl şeylər həmişə ayaq yol. Yox, maraqlı olar, çox qalarlar orada. Sonra keyib eləyər ayaqları, Heç dura olmaz, bilməzlər. ölsünlər ayaq yolunda. Bəzi insanlar zaten ayaq yolunda çox vaxt keçirdirlər. Buradan onlara salam. Bax, burada bir şey qeyd eləmişəm mən. Bunu kəsməyərsən amma mənim dediyimi. Yaxşı. Birinə göndərmə yapdım. Kim nə dedin? Sən demə mənə- Qulaq asaram orada, özüm qulaq asaram. Özüm qulaq asaram. Nəsə axır kimdirsə Allah köməyin olsun. Amin. Bu saatdan sonra zaten ona ancaq Allah kömək olar. Burada bir qeyd eləmişəm. Mövzumuza qayıdaq Natava. Təbii ki. Qayıt bura. Bayaqkını gəl şey eləyək də, tamamlayaq da, qəşəng bir şey danışırdıq. Nə idi? Psixoloq dedim, qaldım. Danışdıq axı. Orada bir dənə qaldı, onu deyim. Lütfən. Hə, tamam. Mən elə bilirəm danışdıq. Yo, elə bura birləşdirə bilərik. Hə, okey. Yo, heç slap belə bayaq yarımçıq qalmışdı, davam edirik. Buyur. Mən bilmədim. Amma buranı da götürərsən. Götürəcəm. Bayaq danışdığımız şeydən deməli Ni hao. sən gəl nihao eləyəcək. Deməli şeydir, psixoloq biri bayaq dedim ki, məsələn psixoloji mərkəz açmaq istəyir. Bu xəyalında çox gözəl, nə gözəl belə bir şey qurub, ilk atacağı addım mütləq şəkildə özünün bir psixoloqa getməyidir. Aha. Amma bu sırf özünün travmaları var deyə falan yox, ki zaten travmalar olacaq. Ümumiyyətlə bir şey sizdə varsa, deyir, o məsələn biləcək ki, psixoloq bu ilə necə davranır, ümumiyyətlə psixoloji mərkəzlər necə olur, oradan içəri girəndə resepsiyon stolu necədir, ortalıq, otaq, sənlə danışan psixoloqun sənə rəftarı, bax bunların hamısını bir işin sahibi olmaq istəyirsinizsə, birinci o işi öyrənməlisiniz. Hə, sən onda ona görə biz başlayanda deyirdin ki, mən filan podkastlara baxıram, onlara baxıram, bunlara baxıram. Bir də mən bir şey deyim də, mən ümumiyyətlə podkastı sevirəm. Maraqlı bir şeydir ya. Bax, Təbii ki. Mən ümumiyyətlə podkastı sevirəm, amma söhbət tək podkastdan getmir. Fikir maraqlı fikirdir. Hə, ümumiyyətlə belə olmalısan. Öz işində də, məsəl üçün, mən ümumiyyətlə ilk pilates treneri olmadan əvvəl mən bütün hər şeyi Ebru Şallıdan öyrənmişəm. Mənim ilk müəllimim Ebru Şallı olub. Kimdir o? Bu şokdur. Ebru Şallı Türkiyəyə pilatesi nə olduğunu başa salan bir qadındır. Birə-bir müəllimin olub yox? Yox, amma görsən necə səslənir. Mənim üçün birə-bir. Çünki mən videoların hər birisi bir dərs nitəliyindədir. Otururdum, idman eləyirdim, amma eyni zamanda da arxamda fikirləşirdim ki, kimlərsə var ya da önümdə kimlərsə var. Mən bunu bax vizualizasiya eləyirdim ki, bax sən bayaq dedin ki, oturam, xəyal qururam. Kəşki bunu hər biriniz eləsəz. Oturun xəyal quranda belə deyin ki, məsəl üçün o şeyi işləyin. Bax oturmusan, tutaq ki, psixoloji mərkəz qurmaq istəyirsən. Sən elə hiss elə ki, psixoloji mərkəzin artıq sahibisən. Ya da ki, psixoloqsan. Oturmusan bir dostunla ya da mamanla ya da kimlənsə otur bir dərdini dinlə. Yanımızdakının, mənim ilk arıqlatdığım qadın mamam olub. Həqiqətən. 10 kilo salam olsun. Qadına 10 kilo verdirmişəm. Çünki o mənim ilk tələbəm, ilk müştərim olub ki, mən hansı ki onunla işləməyi bacarmışam, artıq onun üzərində praktik eləmişəm, mamam nələr çəkib məndən. Amma bax, belə başlayırsan, ondan sonra artıq sənə evrən deyir ki, hə, bu artıq hazırdır. Buna indi həqiqətən də mən artıq müştərilər verə bilərəm ya da həqiqətən buna pasiyentlər göndərə bilərəm. Otur, evdəki ilə, yaxınındakı ilə, dostunla prosto danış. Bu arada mən bir ara elə bir şeyim də olmuşdu. Məktəb vaxtı idi. Mən bacıma dedim ki, elə bil ki, mən sənə dedim psixoloqunam, otur mənim yanımda. Çünki bacım belə ergənliyi biraz gərgin keçirdirdi. Davay məndən danışdım. O qədər xoşuma gəlirdi ki, belə oturum, birinin bir şey dinləyim. Mən çox psixoloq olmaq yönündə yox da koçluğu sevirəm. Məsəl üçün birinə həyat yolunda bir yol göstərməyə çalışmaq. O çox gözəl bir şeydir. Bax, görsən bunlar vizualizasiya. Çox müğənni belə deyirdi. Bax, deyirdi ki, darağı götürürdüm, güzgün qabağa
və bacısı o. oxumuşam. Bax onu görürsən və onlar müğənni olur. Çünki sən fikirləşirsən. Mən özüm də yəni yenə də deyirəm, ilk müəllimim Ebru Şahlı olub. Sən də psixoloq olmaq istəyirsən, psixoloji mərkəzin sahibi olmaq istəyirsən. İlk müəllimin aç, indi o qədər asandır ki, YouTube-da o qədər video var ki, açın işinizlə bağlı. Yoxsa ki, əşim mənim hardan olacaq? Mən pul necə verim? Gedim hansısa müəllimdən nəsə öyrənim? Nə? Hal-hazırda sən ingilis dilini belə oturub YouTube-dan öyrənə bilərsən. Bu bəhanələr lazım deyil Elman. Eynən. Yo, o çox qəşəng dedin. O mənim beynimə takıldı. Hətta o getdim, xəyala getdim ki, onu fikirləşirəm ki, doğrudan da nə maraqlıymış. Məsəl üçün psixoloq olmaq istəyirsən, biliklərin var, okey, təcrübən yoxdur. Gedirsən bir psixoloq yanına, oranı görürsən, o auranı görürsən. Daha sonra gəlib özün bir psixoloji mərkəz açırsan və başlayırsan işləməyə. Və hətta belə deyək də oradakı səhvləri düzəldə bilərsən. Əlbəttə orada ki. məsəl üçün bax bu filan şey belədir, məndə belə olsa daha yaxşı olar. Super dedin. Hər şeyi burax, heç nə olmaq istəmir bu adam. Yeyib içib kef eləyən, zəngin olmaq istəyir. Tamam. Qəşəng bir dənə şıq giyinirsən, bir dənə ətir vurursan, pomada sürtürsən. Şıq giyinməkdə bir dənə heç olmasa və paltar, yubka ya da şalvar ala bilərsən də biraz belə daha qəşəng görsənən. Ucuz yerdən belə ala bilərsən ki, hansı ki rəngləri zəngin görsən də, bejov tonlar Gedib falan. girirsən zənginlərin arasına. Gedirsən, bir dənə kofiyə hər halda 10 manat da ayıra bilərsən də. Yəni tamam 6, 7, 8 manat, maks 10 manat. Elə bax Ağşəhər. Otursan Ağşəhərdə bir dənə gözəl bir yerdə. Mən demirəm kimlənsə orada baxışmalısan, gic-gic şeylər eləməsən. Mən onu demirəm. Eləyə bilirsənsə nə alə. Oranın frekansını götürmək. Xahiş edirəm, bunları artıq öyrəndə hansı zamanədə? Bax, manifestada öyrənirlər, nə gözəl. Hər kəs düzdür, hər şey indi çox danışır, amma onları idarə eləmək də lazımdır. Həqiqətən hər şey, elə bir ki, hər kəsin əlində bir dənə sehirli çubuqları dağıtıblar, amma bilmirlər. O insanlar sehirli çubuğu necə istifadə edəcəklərini bilmirlər. Bax belə qalıblar. Düzgün pozitivliyinə, yəni heç kəsə ziyan vermədən oturmusan, necə ziyan verə bilərsən, özünə ziyan verə bilərsən. Düzgün işlətmə qaydası. Oranın frekansını götür. Oranın, mən zəngin olsaydım necə davranardım, necə oturardım, ayağımın üstünə bu cür qoyardım. Biz görürsünüz, zəngin səndən gülüşünü öyrənirik belə. Zat belə. Bunları nəyə görə? Yavaşır. Yəni heç nə olmaq istəmirsənsə belə, zəngin olmaq istəyirsənsə belə, yenə də durub 28 molda, gənclik molda free zonda oturmağa yığışdır artıq kalbasa çörək yemək. Mən də zamanında eləmişəm çox. Kalbasa çörək. Yapmışlığım vardır. Heç çox uzağa getmək lazım deyil. Bayaq Lamilə səninlə çay içə kadr arxası danışırdıq ki, məsəl üçün sən bizim əvvəl mübahisələrimiz çox olurdu. Podkastda təzə başlayanda çox mübahisə edirdik səni, amma o mübahisələr bu gün bizi hara gətirib? Məsələn, biz bu dəqiqə Natavanla mübahisə də eləmirik. Çox hər şey belə, nətər deyim, rahat enerjidir. Aqressiv də olsa, yəni nəsə bir belə sərt bir fikir də bildirməli olsan, artıq onu bu belə olmalıymış kimi davam edirik. Ona görə də çox düz dedin, çox ləzzət elədi, çox xoşuma gəldi. Yəni həqiqətən də onu bacarmağın özü də bir şeydir də, belə istedaddır deyəcəm. Onu bacarmağın özü də bir istedaddır. Yəni o bacarmaq lazımdır. Əgər yox, sən demişkən gedib o yerlə tanış olmayıb, gedib o yeri görmədən nəsə eləyəcəksənsə, %70 təcrübədə sıfır olacaq səndə. Uduzacaqsan və çox vaxt itirəcəksən. Vaxtın çox getəcək. O yeri bankrota da uğrada biləcəksən. İşçiləri iflasa, yəni işçilərdən də pis davranmış olacaqsan. Zaten bəzi insanların uğurlu olmamasındakı səbəb odur. Baxın, zəngin insanların çox bəzilərində var. Pul imkan dağıdır da, gedir bir yerlər açır, bir şeylər açır. O şeylərdə də olur, aktyorlarda zətdə. Məsəl üçün məşhurdur və deyir ki, bir kafe açım da, mənim də kafem olsun. İşdə də bilmir. Niyə? Çünki o enerjidə deyil, oranı bilmir necə olduğunu, işçilərlə necə danışacağını bilmir. Bax ona görə də insanın ən gözəl yatırımı bugün, bax belə bir dənə podkastda da dinləmişdim. Bu arada mən podkastların özətini keçirəm də burada. Deməli, Sabancılar var Türkiyədə. O ailə bilirsən də, yəni adı qoymuş bir ailədir. O adam durub deyib ki, mən bizim qazandığımız bizə yetmir deyib. Yəni ki, o qədər Türkiyədə vəziyyət yaxşı deyil ki, bax adam belə bir şey deyib. İndi onu iki mənada deyə bilər. Bəlkə özündən göz uzaqlaşdırır ya da ki, həqiqətən də artıq o pulu ilə idarə eləyə bilmir. Çünki bəzi insanlar zəngindilər, amma sadəcə maşın, sadəcə evim, sadəcə bu qədərdir. Amma insan ən zəngin olan insan özünə yatırım eləyən insandır.
bu gün elədiyim yatırımla, deyəsən biz söhbətin bayaq başında danışmışdıq bunu. Bu gün elədiyin yatırımla sabah sənə o yatırım pul qazandıracaq. Kaş bunun fərqində olsaz yəni. Bu gün sənə desəm ki, Elman, bu qədər pul tapsaq ki, keçən səfər sən mənə o sual vermişdin, 10 milyon dolların olsa nə? İlk insanın ağlına bir sənə gəlir, maşın ev. Bəs sonra bir həqiqətən də götürün kağız, yazın. Mənim çoxlu pulum olsaydı, mən nə edərdim, nələri eləyərdim, nə alardım? Nə özüm nə edərdim? Yoxdur, o qədər. Qız bu gün sənin içinə girib. Ne gözəl fikirlər. Sən də qəşəng aydınlanırsan. Çünki mütailə görsən, mən də özümə yatırım eləyirəm. Mən bugün burada makyaj eləyəndə boş-boş çənə döyüm oynan bu ilə mənim ən zəhləm gedən şey qeybətdir. Elman, vaxta çox dəyər verirəm. Yaxşı bir şeydir. Pulla satılacaq olsaydı zaman, pulumun ən çoxunu zaman alardım mən. Həqiqətən kaş ki zaman satsaydılar. Məsəl üçün mənə desəydilər ki, 7 günlükdür də həftədə, düzdür? İndi 8-ci, 9-cu, 10-cu günləri biz satırıq. İlk alıcısı mən olardım. Ya da 24 saatdırsa 48 saat ya da nə bilim gedib mən alardım ki, çünki mənim həqiqətən ən dəyər verdiyim bugün burada yenə də deyirəm, yemək bax bəlkə də yeməyimin tələsməyim də odur ki, gedim TikTokda boş-boş oturmaq yox da, hani gedim 1-2 dənə hərəkət öyrənim. Ya da gedim bir müştərilərlə danışım, ya nəsə, yəni o zamanı dəyərləndirmək. Bayaq da nəsə danışırdıq, şey oldu. Yəni kağıza yazın, nə etmək istəyirdiniz? O nə etmək istəyirdinizin də çoxsun şeyi öz-özə getsin, öz-özə yatırım edin. Təhsil alın, dərs alın. Mən bugün çox danışmışam, sən danış. Yox, mən bugün çox danışmışam. Elman, bugün mən çox danışıram. Davay özdə. Biraz da sən danış. Nədən danış? Nə maraqlıdır sənə? Mən əslində bir sənə maraqlıdır. Məsələn, mən zaman deyirəm də, sən ümumiyyətlə zaman sənə yetirmir. Yəni sən həqiqətən də deyirsən ki, boş vaxtım qaldı ya da ki, kaş ki biraz zamanım olsaydı bunu da eləyərdim. Yəni zamanla alıb vermədiyim. Zamanla bağlı bir problemim yoxdur. Çünki maksimum dərəcədə düzgün idarə eləməyə çalışıram. Necə bölürsən? Bax, mənə də sən də bunu mənə öyrət. Qeyd eləyirəm. Mütləq şəkildə qeyd eləyirəm. Kompüterumda, öz kompüterumda kalendara qeyd eləyirəm. Bloknotuma qeyd eləyirəm. Məsəl üçün, işlə bağlı bir qeydim varsa, bloknotuma qeyd eləyirəm. Telefonumdakı notlara qeyd eləyirəm. Mütləq bölürəm. Son 2025-in əvvəlindən bunu eləməyə başlamışam və hər şeyə də vaxtım qalır. Hər şeyə vaxtım bəs eləyir. Orada mənim birinci başladığım mənim yuxu rejimim oldu. Yəqin bilirsən sən, mən demişdim sənə ki, mən insomniyadan əziyyət çəkirəm. Çəkirdim daha doğrusu. İndi onunla bağlı mübarizə aparırdım və yaxşı da oldu. 7-8 saat rejimimi pozmuram. Yuxu rejimimi pozmuram. Bu disiplinli. Buna mütləq əməl eləyirəm. Çünki mənim o yatmağımdan çox şey asılıdır. Verəcəyim qərarlar ondan asılıdır. Verəcəyim qərarların sağlam olması ondan asılıdır. Heç bir halda bazar günlərimi, tətillərimi günortaya kimi yatım eləmirəm heç bir şəkildə. Yenə də 7-8 saat rejimini saxlayıram. Yəni məsəl üçün tutaq ki, düzdür, indi tətil günlərində və yaxud da istirahət günlərində biraz gec yata bilirəm, 2-də, 3-də, 4-də, fərqi yoxdur. Nə vaxt yatıramsa, yəni o 7 saatı saxlayıram. Məsəl üçün tutaq ki, 4-də yatdımsa o 7 saatdan sonra oyanacam. Yəni bu gün orta oyanacam anlamına gəlmir də, çünki sən gecədən də vaxt almısan ona görə. Bunu birinci tətbiq elədim. Ondan sonra başladım planlı şəkildə işlər görməyə. Məsəl üçün nə ilənsə bağlı bir harasa getməliyəmsə, onu maksimum dərəcədə birinci çalışıram başdan, yəni bir neçə gün əvvəldən, hətta mümkünsə bir həftə öncədən təyin eləyim və onu gedəcək günümə qeyd eləyim. Və belə bir maraqlı bir şey eləmişəm ki, hər günümə boş bir saat qoymuşam. Hər günümə ən azı 1-2 saatlıq boş bir saat qoymuşam. Və hər günümdə bu var. Ani bir şey çıxsa o 1-2 saata əlavə edirəm. Qəşəng. Bunu saxlamışam. Onu mən ancaq yemək üçün ya da biraz uzanmaq üçün. Bunu eləmişəm. Bax yemək dedin, yaxşı yadıma düşdü. Bir dənə mənim nizamlaya bilmədiyim yeməkdir. Onu inanırsan çox insan əziyyət çəkir bu şeydən. Səhər yeməyini nizamlaya bilmirəm.
Günorta yeməyini konkret bir vaxtda nizamlaya bilmirəm. Axşam yeməyini konkret bir vaxtda nizamlaya bilmirəm. Nə vaxt gəldi yeyirsən? Nə vaxt gəldi yeyirəm. Məsələn, saat 5-də yemək yeyirəm, axşam yeməyini yedim. Gəl bir şey yoxla. O ayırdığın saatları hansı şeylərdə eləyirsən? Məsəl üçün bir gündə neçə dənə sən özünə boş saat ayırırsan? Özümə boş saat, dedin bayaq. günümün o boş qalan 1-2 saatımı deyirsən? Yox, o 1-2 saat heç nədir. O 1-2 saat o mənim boş saatımın içində gedir. Sadəcə olaraq onu elə tənzimləmişəm ki, tutaq ki, sən mənə anidən zəng eləyib desən ki, Elman gəl oturaq bir dənə İskəndər yeyəsən ilə. Tamam, o mən o 1-2 saatımdan istifadə eləyib gələcəm sənə. Mən nəticədə öz vaxtımı itirməyəcəm. Amma mənim məsəl üçün tutaq ki, mən işdən evə gəlirəm. Təbii ki, o vaxtın hamısı mənimdir. Yatana qədər vaxt mənimdir. Amma o yatana qədər vaxtların içində də nələr eləyəcəm. Onları da qeyd eləyirəm özümə. Qeyd eləyirsən. Bəli. Məsəl üçün axşam gəldim evdən, gələn kimi montaja başlamıram. Yəni bizim videonun montajı bir həftə çəkir. Birinci gündən başlayıram, 5-ci gün, 4-cü gün bitirirəm. Mən elə bildim 4 gün. Yox, bir dənə keçən həftə sənə dedim, işlərin biraz yoğunluğundan mən montajı bir günə eləyə bildim. Sabah onu eləyirəm. Tutaq ki, gələn kimi montaja oturmuram. Çünki gələn kimi beyin dolu olur. Sən işdən gəlmisən, işlə bağlı fikirlər səndə olur. Bir saat yarım nəsə bir şey izləyirəm. Beynimi belə deyək də boşaldıram. Ondan sonra otururam montaja. Bu arada buradan Elmana təşəkkürümü bildirirəm. Çox gözəl montaj elədiyinə görə. Elman, yəni bizim Elman. Həqiqətən montaj çox xoşuma gəlir. Yəni, montaj eləmək mənim çox sevdiyim bir şeydir və hər dəfəsində də mən öyrənirəm. Hər səfərində mən montaj elədikcə də öyrənirəm. Biraz montajı yaxşı bacarmıram, qısa şeylərdə yaxşı bacarmıram. Məsələn 1 dəqiqəlik, nə bilim 30 saniyəlik, 5 dəqiqəlik bu şeylərdə montajda bacarıram, eləyirəm. Elədiklərim var. Bizim shortsları izləyə bilərsiniz. Hal-hazırda biz danışa saat 11-də bizim bir shortsumuz artıq yayımlandı kanalda. İzləyərsiniz. Yəni onlara da baxarsınız. Eləyirəm. Prosta hiss edirəm ki, eləyəndən sonra baxıram ki, orada nəsə bir boşluqlar var. Digər shortsları görürəm, deyirəm, bax gör nələr eləmək olurmuş. Amma təbii ki, belə qalmayacaq. Öyrənəcəm, məşq eləyəcəm, bunları düzəldəcəm mütləq. Yeməyi də ki, nə vaxt ki, onu da ciddiyə alsan, yəni sənin üçün həyatın önəmli bir hissəsi olacaq. Yəni ki, yemək sənin üçün sadəcə həyatda qalmaq üçün. Ac qala bilmirəm, Nata. Prosta nə vaxt ki, desən ki, bu da mənim üçün önəmlidir, onda məncə onun üçün də saat ayıracaqsan. Bax, Nata, belə bir şey var da, acam. Deyirsən, sən yeməyi ciddiyə alsan, yemək olmasa mən ölərəm. Yəni, yemək olmasa... Mama bilir ki, mənim evə gələndə birinci sualım odur ki, yemək hazırdır. Birinci sualım budur. Mama bilir. Birinci deyə bilərsən ki, mama necəsən? O işte, bax, onu demirəm. Gəlirəm, girirəm içəri, salam möləküm. Mama yemək hazırdır. Bax, bunu soruşuram. Çünki yemək deyirsən, nə sənə üçün? Yemək mənim üçün önəmlidir. Mən ac qala bilmərəm. Onda onu saatlara, başda da onu saatlara. İşte onu saatlara sala bilmirəm də. Çünki bilsən nətərdir? Bax, gündə bir də görürsən, elə planlayıram ki, günümü. Tutaq ki, işdən sonra filan yerə gedəcəm. Mən hər gün işdən eyni saatda gəlmirəm. Ki, məsəl üçün, axşam yeməyimi eləyim. Deyə bilərsən ki, məsəl üçün, sal axşam yeməyimi saat 8-ə. Mən saat 5-də evə az gəlsəm, 8-ə kimi dayana bilmərəm. O zaman sənə bir dənə bir şey deyim. Ən azından səhərvi ya da günortavı düzəlt, axşam eybi yoxdur, hələ ki oynasın. Günorta da alınmır, günorta da alınmır. Səhəri düzəldə bilərəm. Günorta da müxtəlif işimlə bağlı. Çünki mənim işim elədir ki, məsələn, bir gün rahat oluram, bir gün ola bilmirəm, bir gün önəmlidir, bir gün önəmli deyil. Yəni belə şeylər olur deyə günortanı da tənzimləyə bilmirəm. Bir dənə tənzimləyə biləcəyim səhər yeməyidir. Onu tənzimləyə bilərəm. Onu da bilmirəm. Səhərlər iştahım olmur. Məncə səhərlər ümumiyyətlə 2 öğünü də tənzimləsən yaxşı olar. Bir də o dedin ki, hər gün 2 saatlıq falan boş vaxtım olur. Məncə o boş vaxtların birinə bir öğün də salsan. Nə bilim olur. Başqa nə soruşmazdı? Başqa sizə nə maraqlıdır? Birazdan yenə də maraqlı gəlsə deyəcəm nəsə. Qəşəng axır ki danışdın ya. Mən bura bir maraqlı bir qeyd eləmişəm. Gecikmək, qabağına da belə ox qoymuşam. Gecikmək, qaçmaq. Əslində bizim gecikməyimiz nədənsə qaçmağımız anlamına gəlir deyə düşünürəm. Mən filan şeyə gecikirəm, ona görə ki, mən ondan qaçıram. İstəmirəm. Bildim indi. Elədir. Ümumiyyətlə olub sənin həyatında elə bir şey? Məndə olub.
Sən danış, mən bir fikirləşim. Yox, konkret olaraq indi danışa bilmərəm ki, sənə çünki biraz yaxşı olmaz onu danışsam burada. Amma olub, yəni çox olub. Hətta bir dəfə olmayıb, bir neçə dəfə olub elə ki, gecikmişəm ona da, o eləmək istədiyim işə. Tamamen şəxsi özümlə bağlı bir şeydir. Gecikmişəm ona. Çünki qaçmışam da ondan. Yəni Qaçmağın səbəbi nə idi? Yəni qorxduğun? yox, Niyə? istəməmişəm. Ha, bəs istəmədiyin şey nəyə görə də? Bilmirəm də işte orada qarşıda bir Məcburiyyət. hansısa bir faktor olur. Hansısa bir insan faktoru mu və yaxud da nəsə bir şey olur. Onun xətrinə, həmən adamın xətrinə, dostluğun xətrinə. Bizə çox vaxtı dostlarımla bağlı. Mənim dostum yoxdur da, bir dənə dostum var. O dostumun elədiyini heç vaxt təxirə salmamışam. Ona mənim belə deyək də həyatım qurban, canım qurban. Yəni o mənim yeganə dostum dediyim, ondan bərk-bərk yapışmışam. Çünki doğrudan da onunla maraqlı vaxt keçirdirəm mən. Buğa bürcü olan. Hə, Çingiz. Bir daha salam olsun Çingiz sənə buradan. Yəni onu heç saymam, amma o bəzən deyirik də, məsəl üçün istəmədən bizim dilimizə yapışır. Baxı, dost olmadığın adama dost deyirsən, qardaş olmadığın adama qardaş deyirsən. İşte o ərəfədə məsəl üçün o dost dediyin adamdır, səndən nəsə istəyir. İşte dostdur da, indi nə bilim nəsə bir bağlılığın var ondan. Qırmaq istəmirsən, amma istəmirsən içində. Başa düşdün, ona görə qaçırsan. Məndə olub belə şeylər. Buna görə gecikmiş olmuşsan. Hə, bizə nətərdir? Qıra bilməmişəm. Xətrinə dəyə bilməmişəm. Bu arada bu gecikməkdən danışırıq. Burada söhbət harasa gecikməkdən getmir. Nəyəsə gecikmək. Həyatda bir şeyə gecikmək, gec qalmaq, eləməmək. Avtobusa gecikmək yox. Avtobusa gecikmək yox, təbii ki. Yəni dərsə gecikmək, işə gecikmək yox. Yəni bu bundan söhbət getmir. İşə gecikmək dedim, bir şey yadıma düşdü. Bir dəfə yenə mənim motivasiya mənbələrimdən biri olan Tural Yusifov, DJ Tural bir mövzu açmışdı. Səhv eləmirəmsə radioda gedirdi söhbət. İş saatlarından söhbət gedirdi. İnsanların o gecikməsinin bir hissəsi də gedib ora bağlanırdı. Ki şablon bir şey var da, bilsən 9-6 şeyi var ya bizdə, işi. Onun deyir o fikri qırmaq lazımdır. İşlərdə bir dəyişiklik eləmək lazımdır. Məsələn, bir çox Avropa ölkələri iş saatlarını qısaldır. Saatına işləyirlər çox. Müdür deyir ki, istəyirsən saatı artır. Gün ortaya qədər işləməyə doğru gedirlər. Orada şeyi düşünürlər də ki, yəni işçimə belə deyək, işçimin motivasiyası yuxarı olsun. Amma bəzi işlər də var ki, bunu eləmək olmur. İş saatını azaltmaq olmur. Məsələn, mənim işlədiyim işdə iş saatını azaltmaq mümkün deyil. Eləyə bilməzsən onu. Məsələn, bir şey deyim, ölkələr olaraq ən çox işləyən Azərbaycan deyə, Azərbaycan, Türkiyə falan. Çünki digər ölkələrdə turistlər gəzirlər məsəl üçün də, açıq bir kafe zat belə tapa bilmirlər. Hələ həftə sonu ümumiyyətlə cəmaət işləmir. Çünki onların işlədikləri pul həm özlərinə yetir. Sən deyəcəksən ki, indi necə işlətməci yerlərdir? Bunlara pul lazım deyil, müştəri qaynayır. Müştəri qaynayan yerdəyə özdə. Bax gedirlər, mən çox izləmişəm də. Özdə tanınan ölkələr məsəl üçün yenə coğrafiyaya girməyim. Gedirlər, burada turistik bir yerdə əslində bizim kafamız bizə necə işləyir? Bugün də açım oranı daha çox pul qazanır, düzdür? Amma adam şey deyir, bu mənə yetər. Çünki həqiqətən də aldığı pul da ona yetir. Həm də deyir ki, artıq mənim özümə zamana dəyər verirlər. Bilsən, belə bir şey var. Biz biraz belə şükür eləməyi də bacarmalıyıq. Onunla bağlı da bizim bir problemimiz var. Bir gün bunu bir mövzuya çevirəcəm. Məsələn, sözü kəsdim, davam elə. Yox, estağfurullah. Bu şükür eləmək məsələsi ilə bağlı bir gün bir full bir podkast hazırlayarıq. Onu mütləq danışarıq. Şükür eləməklə bağlı problemimiz var. Bax, məsələn, sən deyirsən, indi vaxadnoyumuz yoxdur. Mən sənə dedim, keçən podkastda danışırdım ki, mən əvvəl bir dükanda işləyirdim. Pis değildi. İşimi bacarırdım, artıqlaması ilə bacarırdım. Oradan heç kim gəlib oradan mənə deyə bilməz ki, Elman yaxşı işçi olmayıb. Yəni o deyən adama məhkəməyə verərəm də mən ki, Elman yaxşı işçi olmayıb deyən adamı məhkəməyə verərəm mən ki, sübut edə. Bax, orada mən naşükürlük eləyirdim.
Orada mən naşükürlük eləyirdim. Sadəcə bilmirəm. Bizə naşükürlük deyəndə indi biraz pis çıxacaq. Naşükürlük eləyirdim. Qurtulmağa can atırdım. Daha irəli getməyə can atırdım. Ki mənim orada 6 bazarım yox idi. Bir bazarım var idi, onu da minnətlə verirdilər. Amma bu yaxşı bir şeydir, yəni sən Məzuniyyətim var idi, minnətlə verirdilər məzuniyyəti sənə. Məzuniyyətə çıxırdın, şərtlə çıxırdın məzuniyyətə. Bu şeylər artıq motivasiyanı da salır aşağı, düzdür. Məsələn, məzuniyyət var idi, dekabr ayında məzuniyyət götürməyəsən olmaz. Dekabr ayı müştərilərin ən çox gələn vaxtda. Bana nə lan? Bana nə sənin müştərindən? Get dərdini sən tap. Get bu problemi sən çöz. İşçi yoxdur, çoxaldı işçi götür. Yəni bu mənim problemim deyil ki, sən mənim məzuniyyətimi niyə şey edirsən ki? Verdiyi maaşlar tamam ayrı bir mövzudur. Onu heç vəbşə danışmaq istəmirəm. Danışsam ayıb olar. Elə yerlərdə qalanda öz dəyərini aşağıya salır. Yəni adam bilsən nətərdir? Elə bir yerdə qalıb düz deyə qabağa gedən insanlar da oldu, gördük o qabağa gedən insanlar da. Amma niyəsə biz qabağa gedə bilmədik. Yəqin ki bizi o qabağa layiq görmədilər. Neyse, canları sağ olsun. Mən hər kəs haqqımı halal eləmişəm onsuz da. Yəni Allaha tapşırmışam. Kim pislik eləyibsə həmin adamların hamısını Allaha tapşırmışam və çox şükür həyatımdan çox razıyam. Sözümü nəyə gətirirdim? 6 bazar, dincəlmək, bunlar çox önəmlidir. Bax sən dincəlmirsən, mən sənə görə çox narahatam. Gerçəkdən sənə görə çox narahatam. Yəni sözün yaxşı mənasında çox narahatam ki, amma bir yandan da sənə qibtə eləyirəm ki, dincəlməyə də bütün işlərin öhdəsindən gələ bilirsən. Bu da bir ayrı bir bacarıqdır. Amma mən düşünürəm ki, sən çox getməyəcəksən. Yəni nə oldu lan? Bax bir gün yorulacaqsan. Ona görə mən sənin dincəlməyini, çünki sənin dincəlməyin bizim podkastımıza da təsir edir. Onu mən durub deyim ki, mən dincəlmək istəyirəm. Bundan sonra bazar günlər gəlməyim, çəkilişə bazar günlər dincəlim deyim. İşte sən elə ki, sənin bir gündə heç olmasa öz dincəlməyinə də vaxtın qalsın ki, sən məsələn mən dünən dincəlmişəm, bugün podkastda gəlmişəm. Düzdür. Mən bunu məsəl üçün rutinimə yazmışam. Mən sənə bir şey deyim. Mən normalda işkolik insan deyiləm. Sevirəm də əylənməyi, gəzməyi falan. Amma həqiqətən də dərs şeyləri başlayanda, sezonu başlayanda mən ancaq dərsə odaqlanıram. Hələ Elman demişkən çəkilişlərə vaxt tapıramsa, bundan əlavə başqa bir şeylərin çəkilişlərində də oluram. Ona da vaxt tapıram, ondan əlavə başqa bir şey eləyirəm, ona da vaxt tapıram və özümü çox yükləyirəm. Amma təbii ki, öz dəyərimin fərqindəyəm. Buna görə də sənin dediyin şəkildə özümə vaxt ayıracağam. Sadəcə hər şeyin bir vaxtı var. İlin ortasında hər şeyi atıb gedə bilmərəm. Mən gedirəm Maldivlərə dincəlməyə zaten deyə bilmərəm. Məsuliyyət götürmüşük. Üzərimizə götürdüyümüz məsuliyyətin ola bilər, amma heç vaxt məsuliyyətsizlikdir də. Gərək bir şeyləri burada da qaydasına qoyasan ki, ondan sonra o işləri həll eləyəsən. Bir də sən bayaq dedin, o istəmədiyim bir şeyi eləyəndə onu ertələyirəm dedin. Lap da dost tanışa zada, gecikirəm o şeyə. Mən deyiləm, onun tam əksidir. Mən şeyəm, məsələn, mənə yapışıb da tutaq ki, istəmirəm də eləmək. Ay Allah, onu tez bazar eləyirəm ki, da bu adamla muhattab da olmayım, o təzənə mənə ağız da açmasın, təzə o şeyi tələsib eləyirəm özdə. Ən birinci onu eləyirəm hətta ki, getsin də başımdan, başa düşdün. Çünki bilirəm ki, uzatdıqca bir də mənim xasiyyətimdə o şey var ki, məndən bir şey istəyəndə mənim eləyəcəyim varsa da eləmirəm. Mənim bir şey dirətəndə mənim eləyəcəyim varsa da eləmirəm. Ona görə də elə bir dəfə mənim xoşuma gəlməyən bir şeydir və mən bunu eləmək məcburiyyətindəyəmsə, görüş olsun. Yəni sən atım bu işi eləməlisən falan da zəhləm gedir. Tutaq ki, sən deyin ki, gecikirəm o şeyi, ertəliyə. Mən sizə tez eləyim, bitsin və mən də o şeydə olum. Çünki eləmədikcə burada eləyirəm. Həm o eləyir mənim beynimə, həm də mən beynimə hər gün. Ayda falan. Bu adi şeydə də mənə deyirlər ki, məsələn, pul atmalısan da harasa nəyisə ödənişini eləməliyəm. Eləyə bilər amma. Eləmirsən. Eləmirəm, ertələyirəm və bəzi şeylər ona səbəb olur. Tənbəl deyiləm əsla. Sadəcə demirəm, o psixologiyaya bürünürəm. Dirətməyin də mənə. Demisiz və mən onu eləyəcəm. Mənim artıq kodlaşmam bu şəkildədir. Bir şeyi mənə elə də elə deyil. Hətta mən vazgeçmişliyim belə var o şeydən. Bir dəfə mən bir şeyin ödənişini zadını eləmişəm falan. İlk gedəsiyəm də o yerə.
deyə bilmərəm tam burada. Bizə bu gün sekret oldu ya, hər şey deyib heç nə deməməyimiz. Sadəcə ad vermirik də. Nəysə, mən o gün o şeyi ləğv elədim çünki çox israr elədilər, dəhşət israr elədilər. Gəlsiz, gəlməyəsiz. Dedim bir dəqiqə, ödənişimi geri istəyirəm. Gəlmirəm. Çünki bir şey azadlıq getdim bana. Çünki mən bunu istəyirəm, mən buna həvəs zaten göstərmişəm. Sən bu şəkildə davranmaqla mənim həvəsimi qırırsan ya da mənə şübhə yaradırsan ki, görürsən bu mənim üstümə nəyə görə bu qədər zor eləmişsən. Valla. Bu kaş məndə də elə bir şey olar deyə ya. Zor deyə amma bir şeydən mövzudan çox da uzaqlaşmamış olan bir dənə daha. İstəmədiyin şeyi niyə eləyirik? İstəmədiyim şeyi niyə görə eləyirik? Bax, istəmədiyim şeyi eləyəndə dedin də, belə bir cümlə qurdun da. İstəmədiyin şeyi niyə eləyirsən? İşte bax, eləməməlisən əslində. Niyə eləyirik? Məndən bunu şəxsi soruşanda mən sadəcə bunu deyə bilərəm. Mən əslində cavab verdim ona. Niyə eləyirik? Mən niyə eləyirəm? İstəmədiyim şeyi niyə eləyirəm? Dedim mən. İşivə görə dedim. Yox, işimə görə yox. Məsələn, kimsə dedi də, xahiş elədi, adamı işte qıra bilmirsən. Amma istəmirəm. İstəmirəm və gecikirəm. Məndə də biraz o var, amma mən ən çox bilsən nəyə görə yola verirəm bir yerə qədər. Bax, bir şey var, məsəl üçün. Çünki bizi yola verdi. Bu şeyə oxşayacaq. İndi siz deyəcəksiniz ki, yəqin o insandan keçərliyim var. Ona görə də onu orada saxlamağa çalışdınız. O deyil, o da ola bilərdi, amma o deyil. Mən şey eləyirəm, məsəl üçün, tamam, okey, bunu eləyirəm, всё. Bitdi, bir dəfə eləyirəm, всё. Məsələn, bu insan mənim yaxında da başıma gəlib. Bu insan mənim çox yaxınımdır və mən ona çox pozitiv enerji verirəm və pozitiv enerjidən də başqa maddi və mənəvi də yaxşılıq göstərirəm və görürəm ki, artıq mən istifadə olunuram. Ona son bir şeyi təkrar eləyib hələlik, всё. Şey də demirəm, heç o insan bilmir də ki, bəlkə də mən nəyə görə uzaqlaşmışam. Amma sən başa düşməsən, başqa uzaqlaşdığım insanlar birdən səhv. Neysə. Danışığıma fikir ver. Mən artıq burada qala bilmərəm. Otur bura. Sən bir şey yaddan çıxartma ki, mən səndən yaşca böyüyəm. Mən də səndən yaşca kiçiyəm. Ay sağ ol. Bunu yadında saxla. Sən də bunu yadında saxla. Mənimlə düzgün danış. Səninlə əyri danışmıram. Dostlar, Oykos'un dəstəyi ilə Natamam podkasta baxdınız. Nata, sonda genel olaraq bugün danışdıqlarımızdan nə nəticəyə gələk? Gecikməyək heç yana. Evdən tez çıx. Hər şey olması lazım olan vaxtda olur. Ya da olmur. Sən bir yeri istəyirsən tələs, istəyirsən gec qal. Kimə görə gec, kimə görə tez. İndi video çoxdan bizim izləyicilərimiz deyəcəklər ki, Natavın hər şeyi o şeyə bağlayır. Kimə görə yaxşı, kimə görə pis, kimə görə mənfi, kimə görə pozitiv. Hər şeyi buna bağlamam. Çünki o mənim qaçış yolumdur, bəlkə bilmirəm. Amma yox, çıxış yolumdur, qaçış yox, çıxış yolumdur. Çünki mən beynimdə, yenə də deyirəm, bir şeyin sərhədi yoxdur. Bir şeyə deyə bilmərəm ki, bu buna görə oldu, bu olmasa belə olarsa. Niyə? Gecikməyək yoxsa gecikməyək? Bir şeydə görsən ki, mən uzadıram, demək ki, ortaya girib özün cavab ver. Demək ki, mən cavabımı bilmirəm. Nə nəticəyə gəlir? Sən tam olaraq mənə deyən nəyə gecikək, nəyə? Bax, nəyə gecikəkdən söhbət getmir. Bax, biz bugün gecikməkdən danışdıq, qaçmaqdan danışdıq. Genel olaraq, yəni bir ortaq bir şey desək, yəni gəl razılaşaq ki, bu doğru bir şey deyil. Yəni son olaraq da biz dedik ki, niyə istəmədiyimiz şeyi eləyirik? Bunları məncə çıxardaq həyatımızdan. Tövsiyədir də, yəni kim istəyər, kimə okeydirsə, bunu eləsin. Planlayaq, yazaq, qeyd eləyək, tənbəlləşməyək, tənbəlliyi qovaq. Tənbəllik bizə xeyir gətirmir. Bir də gec qalmayaq, həm də tələsməyək. Tələsməyək. Bu ikisini yenə də tarazlıqda saxlamaq lazımdır. Bunu sağ ol. Bunu nəzarət etmək lazımdır ki, nə gecikək,
nə tələsək? Hər şey Gördünüz ki, bir şeydə kıvamında olsun. təşvişli haldasınız, gərgin haldasınız. Mən bayaq da dedim, axı Mevlana'nın deyəsən sözü idi. Bil ki, o zaman sən çox qaçmısan, ruhun sənin yetişə bilmir. Orada biraz bir dur. Bir fərqində var ki, mən indi hardayam və mən nə edirəm? Mən bu necə hiss eləyirəm? Amma bir yerdə görsən ki, ləng gedir hər şey, ya da ki, eyni gedir, orada da başa düş ki, sən nədəsə geridə qalırsan. Orada da biləcəksən ki, artıq biraz sürətlənmək lazımdır. Yəni, dostlar, çalışın niyə gecikdiyinizi, nəyə gecikdiyinizi başa düşəsiz. Çünki bunları başa düşəndən sonra siz əgər başlayıb özünüz üçün bir, belə deyək də, dırnaq arasında bir proqram hazırlasaz, bir gedişat hazırlasaz, heç nəyə gecikməyəcəksiniz. Və çalışın həyatınızdan istəmədiyiniz şeyləri eləməyi çıxardın. Bu da siz üçün bir ayrı bir güc olacaq. Elman, mən sən bəs bir dənə çox önəmli bir sual verirsəm. Tələsən təndirə düşər, bəs gecikən? Oy. Deməli, biraz əylənək, onunla da yekunlaşdıraq. Mən bayaqdan zaten əyləndim. Deməli, nədir? Görürsən, səndə də, məndə də cümlələr var. O cümlələrin axırında 3 nöqtələr var. O 3 nöqtələri biz tamamlayacağıq. Tamam mı? Yenə bütün öz əlimizi ortaya tökəcəyimiz. Okey. Birinci sual. Mənim neçə yaşım var? Yenə başladıq. Şaka. Bunu yaşı öyrənmək üçün istədim. Yazmadım. Başlayaq. Hazırsan? Hə. Mən ən çox o vaxt gecikirəm ki... Səndə başqa bir cümlə. Ora nəyə baxırsan? Mən də şey eləyirəm. Mən tamamlayam. Mən ən çox o vaxt gecikirəm ki... Stresli oluram. Streslə salacaq bir şeylər olur o an. Okey. Sabah edərəm deməyimin səbəbi... O şey etmək istəməməyim. Məncə gecikmək əslində... Kaderin bir cilvesi. Ən çox qorxduğum şey... Sıçan. Baxın burada sıçan var. Qoyduğumu göstər. Şeylə nə əlaqəsi var onun? Şeylə nə əlaqəsi? Baksanıza çok iğrenç. Pendir və onun quyruğu. En iğrendiğim, qorxduğum şey sıçandı. Hiç buna baxa bilmiyorum. Pendirin içində sıçan ilişib qalıb. Okay, o da əslində bilsən nədir? O da tələsmək əlamətidir. Sıçan tələsir. Bayaq dedi, ne tələsən təndirə düşər, gecikəndə pendirə düşər. Nasıl? Ay Allah, tələyə düşər deyərdim. Mən bir sıçanı. Ən çox qorxduğun şey sən. Mən hazır olmağı gözləyirəm çünki... Hər an gələ bilər. Başlamaq üçün ən böyük bəhanəm. Çox bərbad cümləydi. Başlamaq üçün ən böyük bəhanəm. Başlamaq üçün adamın niyə bəhanəsi olsun ki? Olmalıdır əslində. Başlamaq üçün ən böyük bəhanəm. Olmasa sən zaten yataqda duracaqsan. Hadi de. Başlamaq üçün ən böyük bəhanəm... Xaladelnik də özmədi, bax. Olur, biraz fikirləşim, bir dəqiqə. Bax da, mənim vaxtım çoxdur. Vaktim bol. Başlamaq üçün ən böyük bəhanəm... Qorxuram ki, birdən gecikərəm. Ən çox gecikdiyim, api yerinə düşdü. Ən çox gecikdiyim 3 nöqtə. Ən çox gecikdiyim şey nədir yəni? Böyle ən çox gecikdiyim... İstlərimi ifadə etmək. Aha. Əgər bugün başlasam... 5 il sonra bu şeyin meyvəsini yeyəcəm. Qoşaq. Mən ən çox gecikirəm... Bayaq ki kim olacağım, hisslərimi ifadə etməyə. Aha. Okey. Və son sual. Bu bölümdən sonra bir şey dəyişsə, o da... Onun gəlməyə vac edərmişim, yox da. Bu verilişdən sonra nə? Bu bölümdən sonra bir şey dəyişsə, o da nə olar?
Bu Bu bölümdən, bölümdən sonra danışdıqlarımızdan nəticə çıxardım. bizim kameralarımız. Beğenirəm. Yes. Ay şükür bitir. Qoşun. Qəşəngdir ya. Bir şey deyəcəm. Bugünə qədər olan şey daha bir zehni işlədir. Çox gözəl. Gələn podkastda bundan da qəşəng bir əyləncə hazırlayacağam sənə. Hadi, sıra məndə. Özünə başqa suallar hazırlayıb. Bizim eyni sualları yazın, maraqsız olur. Niyə? Sənə də dərin verə bilərdik. Hə. Elman, mənim içimdə bir kaşki var. O da nədir? Mənim içimdə bir kaşki var. Hə. 2006-cı ildən 2017-ci ilə qədər olan vaxtımı boşa itirməzdim. Bir il ərzində nə yaşamısan? Bir il 2016-2017. 2006-dan 2017-ci ilə qədər. Ha, 11 il. Ay Allah. Всё. Ən çox vaxt itirdiyim şey. Boş-boş videolara baxmaq YouTube-da. Bax indi insanların ağlına gəlir. YouTube-da boş-boş videolara baxmaq dedim. Boş videolara baxmaq. Məncə insan gecikəndə Utanmalıdır. Ən çox peşman olduğum gecikmə. Oyda. Bunu fikirləşmək lazımdır. Yəni burada gecikmə harasa gecikmədən söhbət getmir. Mən yenə də deyərdim ki, ən çox peşman olduğum gecikmə 2006-cı ildən 2017-ci ilə qədər olan. Abi sən nə yaşamısan? Yəni o dövrdə mən istəmədiyim bir işləmişəm və vaxtım o 11 ilim boşa gedib mənim. Tamam da o an nəyə gecikdin? Hər şeyə. Yəni mən o işdə işləməsəydim bəlkə də daha uğurlu, daha yaxşı işlər görərdim. O potensial var idi məndə. Hal-hazırda da var. Mən bəzən başlamıram çünki düşünürəm ki, birdən uğurlu olmaz. Əgər məni kimsə dəstəkləsə, mən dağları yerindən qopardaram. məsələn dəstəkləyərəm. Mənim üçün düzgün vaxt Doğru işi gördüyüm vaxt. hardan bilirsən ki, o iş doğrudur. İşte onu anlayırsan ki, bu doğru işdir. Bugün etdiyim ən kiçik addım Sabah mənim üçün böyük işlər çıxara bilər ortaya, qoya bilər ortaya. ən çox özümə sübut etmək istədiyim Ən çox özümə sübut etmək istədiyim siz kişisiniz. yox. Allah, niyə öyle aşağılıyorsun beni? Elə belə. Ən çox özümə sübut eləmək istədiyim bacarıqlı olmağımdır. Hər işdə bacarıqlı olmağım. Demək ki, şübhəm var. Yox, şübhəm yoxdur. Sübut eləməksən bir daha da yaxşı ola bilərsən. Və sonuncu, bu bölümdən sonra ilk edəcəyim şey. Bir film var, onu izləyəcəm. Sənin Allah bəlanı. Yox, təzə çıxıb RIP. Təzə bir film çıxıb Netflixdə. İlk edəcəyim o olacaq. Mən qəşəng mən də seriala baxacağam, kinoya baxacağam. Hə. Değil mi? Bu qədər. Təşəkkür edirəm. Qəşəng maraqlı. Çox sağ ol. Sağ olun. Brainstorming biraz beynimizi inkişaf bizi elətdirdi. Danışdıq. İçimizi boşaltdıq. Məncə insanlar da özlərinə belə suallar yazsınlar və cavablasınlar. Eləsinlər. Özünü kəşf edirsən və nə istədiyini falan da orada dərk edirsən. Maraqlıdır. Bayaq Elman zaten dediyi ki, yazıram, planlayıram. Yazmaq o qədər gözəl bir şeydir. Çox Mən çox da ərinirəm, beynimdə planlar Çox gözəldir. Mən onu elədiyimə görə çox şanslıyam. Onu bacardığıma görə. Telefonda da qeyd eləməkdən çox ruçka ilə. O daha çox düzdür. Mən də ona daha çox önəm verirəm. Mənim üçün məsəl üçün daha çox o önəmlidir. Dostlar, təşəkkür elədik sizə. Elə bilin ki, təşəkkür edirik bura qədər bizi izlədiyinizə görə. Dəstəyiniz bizim üçün çox önəmlidir. Dəstəyinizi bizə gec qalmayın. Bizə gec qalmayın. Bizə like eləməkdir. Biz sonra haralarda olanda deyək ki, bizi dəstəkləyənlər var idi vaxtında. Dəstəkləyin, like eləyin. Çünki like önəmlidir. Videonu bəyənməyiniz önəmlidir. Bəli. Beləcə siz bizi önərmiş olursunuz, önə çıxarmış olursunuz. Bu da bizim üçün çox vacibdir, çox önəmlidir. Və yenə də qeyd edirəm, əgər bizə dəstək olmaq istəyirsinizsə, bizim Ko-fi ünvanımızı hal-hazırda aşağıda görürsünüz. Həmən Ko-fi ünvanından siz bizə Ko-fi olaraq bizə iyanə eləyə bilərsiniz ki, biz də bax bu videolarımızı daha da keyfiyyətli eləyək ki, sizin gözünüzü oxşaya bilək. Bundan əlavə son olaraq Oykos
İnkişaf Mərkəzinə təşəkkür edirik bizə yaratdığı şərait üçün. Mən Natavan sənə təşəkkür Mən də edirəm. sənə təşəkkür edirəm. Gerçəkdən, yəni bu podkastın ərsəyə gəlməsi sən olmasaydın olmazdı və hərdən oturub düşünürəm ki, Natavan olmasaydı mən bunu kimi ilə eləyə bilərdim. Yoxdur elə bir adam, həqiqətən. Sən də olmasaydın mən hələ Nə xoş mənə, o mənim üçün böyük bir şərəfdir. həqiqətən ona görə deyirəm də, o 3 dənə arqument gətirmişdim başda. Bax, onlardan ən azından həyatınızda biri olursa, şanslısınızla bu üçüncüsü də olsa, evrən belə sənə o pis vəziyyətdə də öyrədəcək olsa, o da sən dinən ki, şükürlər olsun ki, ayıldım həyatımın hansı bir anında. Şükür eləyin, həyatınızı bir qaydaya salın, həyatınızda qeydlər aparın, uğurlu olun, tənbəl olmayın, gecikməyin heç nəyə və heç nəyə də tələsməyin. Təşəkkür edirik izlədiyiniz üçün. Xəyallar Gələn həftə görüşərik. qayıtsa da ötən illər qayıtmaz. Sağ olun.